Tamam. Başlayaq. Dilara Qurbanova. Bəli, müəllim, buradayım. Axşamı xeyir. Hazırıq. Hazırlıq inşallah. Aha. Müəllim, var elmi texniki tərəqqi, bir də var elmi texniki. Əvvəlcə elmi texniki Bəli, tərəqqinin nə olduğunu deyin. müəllim, elmi texniki tərəqqi tədricən də təkamül yolu ilə inkişaf etmişdir. Amma elmi texniki inqilab sırayışla Açsın. Demək, elmi texniki tərəqqi məhsuldar qüvvələrin tədricən təkamül yolu ilə inkişaf etməsidir. təkamül yolu ilə inkişaf Amma elmi etməsidir. Bəli, texniki inqilab elmi kəşflərin istehsal tətbiqi nəticəsində tamamilə fərqli, keyfiyyətcə yeni bir sistemin təsərrüfatı modelinin bəli. yaranmasıdır. Düzdürmü? Elmi texniki inqilab müəllim ilk əvvəllər hərbi texniki inqilab kimi adlandı. Çünki bu atom enerjisi istehsalına görə oldu. Düzdür. Sonra Bəli. 20-ci əsrin 70-ci illərində isə Hı -hı. bu mikroelektronika inqilabı kimi Bəli, məhsuldar adlandı. qüvvələrin inkişafında ilk inqilabi dəyişiklik nə vaxt baş verdi? İlk inqilabı mən 20-ci əsrin 70-ci Yox, illərində. yox. 18-19-cu əsrlərdə Avropada Hə, sənaye inqilabı. Avropada sənaye Sənaye. inqilabı. Hə, Yəni o bəli, sənaye inqilabı da nə idi? Buxar maşınlarının istehsala tətbiq edilməsi. O dövrə qədər, inqilaba qədər hər şey əl əməyi ilə həyata keçirilirdi. bəli, Texnika, maşın, bəli, avadanlıq yox idi. İlk dəfə olaraq istehsal prosesinə buxar maşınları tətbiq etdilər ki, bu da adlanır deməli sənaye inqilabı. 20-ci sənaye inqilabından 20-ci əsrin 50-ci illərinə qədər texniki tərəqqi idi. Yəni mövcud olan məhsuldar qüvvələrdə təkamül yolu ilə dəyişikliklərdir. Axşamı xeyir. bəli, 50-ci illərdə isə elmi texniki inqilab gəldi. İlk dəfə elmi kəşfi istehsala tətbiq edildilər və o da ki atom bombasının atılması ilə bəli, başlanğıcını götürür. bəli. Yaxşı, bax 50-ci illərdə elmi texniki inqilab 50-dən 70-ə qədər hərbi texniki Bəli, inqilab adlanırdı. Səbəb nə idi? bəli. Niyə görə onu hərbi texniki inqilab adlandırırdı? Müəllim, hərbidə ilk dəfə olaraq atom enerjisindən istifadə Çünki olunmuşdu da ona görə. ilk dəfə elmi kəşfləri istehsalata yox, hərbiyə yönəltmişlər. Bəli, Hərbi silahların bəli. hazırlanması, nüvə silahlarının hazırlanması. Ona görə ona hərbi texniki inqilab deyirdilər, düzdürmü? Sonra müəllim mikroelektronika inqilabı, Mikroelektronika nə deməkdir? robotların hazırlanması. Müəllimlər, deməli təsəvvür edin ki, Avropada 70-ci illərdə robot istehsal olunmuşdu. Bizim hələ cəmiyyətdə, bizim yaşadığımız ölkədə, regionda 70-ci illərdə avtomobil hələ təzə-təzə formalaşmışdı. Az adamlarda var idi avtomobil. Təsəvvür edirsiniz nə deməkdir bu? 70-ci ildə Avropada robot var idi. Sənayedə robot var idi, amma bizlərdə hələ texnologiya gör nə qədər geri qalmışdı. Bəli, Yaxşı. doğrudan. Elmi texniki inqilab dedik ki, elmi kəşflərin istehsala tətbiqi nəticəsində məhsuldar qüvvələrdə keyfiyyətcə yeni dəyişikliklərin formalaşmasıdır. Düzdürmü müəllim? Bəli, bəli. Hə. Aha. Elmi texniki inqilabın səciyyəvi xüsusiyyətləri hansılardır? Müəllim, universallıq bir də əhatəlilik, bir də Aha. elmi texniki inqilabın sürətlə inkişafıdır. Mhm. Burada texnoparkların, bir də texnopolislərin Əvvəlcə yaranması. siz mənə onun səciyyəvi xüsusiyyətlərinin dördünü də deyin. Deməli, universallıq və əhatəlilik, sürətli inkişafı, Sonra müəllim, sürətli inkişafı. Sonra insanların gəldi müəllim, hə, insanların zehni və intellektual əmə ə, əməyini tələbatının əməyi, artması, bir də bəli, bir də elmin dərinə inkişafı. açsın. Belə deyək də, əvvəllər insanların fiziki əməyinə tələbat böyük idisə, etidən Hə, sonra artıq insanların fiziki əməyinə yox, zehni əməyinə, bəli, intellektual zehni əməyinə, əməyinə, bir də intellektual əməyi. əməyinə tələbat artdı. Çünki insanların gördüyü işi artıq texnologiya, robot görürdü, düzdür? Bu gün Bəli, insanlara istehsal prosesinə robotlar lazımdır. bəli, Belə deyək də, üzr istəyirəm. İstehsal prosesində robotlar işi görür, texnologiya işi görür. Sadəcə ağıl lazımdır, beyin lazımdır ki, onları idarə eləsin. Ona görə də bəli, beyin istehsal. əməyinə Düzdür. daha səmərəli Yaxşı, istifadə olunur. Bəli. universallıq və əhatəlilik deyəndə nə başa düşürük müəllim? Yəni, universallıq və əhatəlik deyəndə Bəli. elmi texniki inqilabın bütün sferalarını əhatə edir də bu. Universallıq və əhatəlik bütün sahələrə nüfuz etməsi Bəli, və onlarda dəyişikliklərin yaradılması. yaratması. Bəli. Yaxşı. Bəli, hətta insanların psixologiyasında belə
Bəli. psixologiyasına belə nüfuz edib. Yəni bu günlərin elmi kəşflərin, elmi texniki inqilabın elə bir sahə yoxdur ki, ona təsir olmasın. Bütün sahələrə az və ya çox dərəcədə təsir edir. Başa düşdünüz? Bəli. Yəni universallıq tam əhatəli deməkdir də. Yəni bütün sahələrə təsir göstərməsi deməkdir. Yaxşı. Etinin sürətli inkişafı nədir? Etin sürətli inkişafı elmi kəşflər və onların istehsalatda tətbiqidir də. Burada texnopolislərin, bir də texnoparkların yaranması. Sürətli inkişafı nədir müəllim? Belə deyək də, əvvəllər hansısa bir kəşf olunurdu. 40 ildən, 50 ildən, 60 ildən sonra istehsala tətbiq edilir. Görürsüz? Bəli. Kəşflə, Amma müasir dövrdə tez. bəli, kəşflə istehsala tətbiq arasında zaman böyük idi. Amma bu gün elə Bəli. deyil. Bu gün kəşf olunur, sınaqdan keçirilir və sabah istehsala tətbiq edilir. Görürsüz, zaman qısalıb. Elmi kəşflə, onun ixtira ilə onun istehsal tətbiqi arasında zaman çox qısadır. Çünki sürətli şəkildə inkişaf edir. Başa düşdünüz müəllim? Bəli. Aha. Texnopark və texnopolislər də deyim. Müəllim, sən Həmin texnoparklar əsasən universitetlər və laboratoriyaların ətrafında elm tutumlu sahələrdir. şirkətlərdir. Bəs texnopolislər? Texnopolislər texnoparklardan böyük bir ərazilərdir. Bunlar innovasiya texnologiyaları ilə əhatə olunur ki, İnnovasiya burada da texnologiyaları, ixtisaslı kadrların hazırlanması məqsədilə yaradılan ixtisaslı kadrların yerləşdirilməsidir. məqsədilə Amma yaradılan mərkəz. texnoparklardan böyük Texnopolis, ərazilərə əhatə. bəli, texnoparkdan daha geniş anlayışdır. Tamam, Bəli. təşəkkür edirəm mən. Çox sağ olun. Siz sağ olun. Dürdanə xanım yoxdur, Zülfiyə xanım dinləyəcək. Nisə xanım. Bəli, müəllim. Aha, dünyada deməli 10 dənə məşhur ən böyük texnopark texnopolislər var. Düzdürmü? Hı. Onların yerləşdiyi ölkələr, adları və ölkələr. Yaxşı, müəllim. Birinci var idi, ABŞ-daydı 3 dənəsi. Biri Silikon vadisi idi, digəri Kambrix idi, biri ki Purdue idi. Asıl. 3 dənəsi ABŞ-daydı, 3 dənəsi İngiltərədə idi. Cambridge Technium idi, bir də ki Netpark. Daha sonra Fransada var idi, Sofia Antipolisi. Finlandiyada? Finlandiyada var idi biri Botanimi. Zipak var idi. Çində. Yaponiyada da ki Kansai elm şəhəri. Kansai elm şəhəri. Müəllim, elmi texniki inqilabın səciyyəvi xüsusiyyətlərindən biri də elmin dərinə inkişafı deməkdir. Dərinə inkişafıdır. Nə deməkdir? Elmin dərinə inkişafı deyəndə nə başa düşürük? Elmin dərinə inkişafı deyəndə müəllim burada artıq elm artıq necə deyim, hüceyrələri, yerin dərinlikdə və yaxud da kosmosda olan hadisələri əhatə edir də belə deyim. Daha çox yerləri öyrənə bilir də, daha da dərin işlərə baş vura bilir belə deyək də. Yaxşı müəllim. Var elmi texniki tərəqqi, var elmi texniki inqilab. Nədir bunlar? Elmi texniki tərəqqi belədir ki, ictimai istehsalın təkamül yolu ilə, yəni tədricən inkişaf idi. Elmi texniki inqilab isə elmi texniki tərəqqidən sonra gələn bir mərhələ idi. Elmi texniki inqilab texnologiyanın belə deyək, sıçrayışla, yəni sürətlə inkişaf etdi. Bu texnologiya keyfiyyətcə yeni bir mərhələyə, sıçrayışlı bir mərhələyə qədər. Bu nəyin sayəsində oldu? Elmin istehsala tətbiqi deməkdir. Bu nəyin sayəsində oldu? Elm və texnologiya ilə da. Elmi kəşflərin istehsala tətbiqi nəticəsində baş verildi. Başa düşdünüz? Elmi kəşflər istehsalata tətbiq edildi və məhsullar qüvvələrdə keyfiyyətcə yeni bir mərhələ yarandı. Yaxşı, məhsullar qüvvələrinin inkişafında ilk inqilab nə vaxt idi? İlk inqilab 18-19-cu əsrlərdə Avropada sənaye inqilabı idi. Nə deməkdir sənaye inqilabı? Bayaqlar mən qeyd edədiniz, buxar maşınlarının... Bəli, elə bilin ki, təsəvvür edin ki, 18-19-cu əsrlərdə yaşayırıq. Hamısı sənaye müəssisəsində işləyirik, fabrikdə işləyirik. Bütün istehsal prosesi orada əllə həyata keçirilir. Hər şey əl əməyi ilə həyata keçirilir. Və gətirirlər həmin bizim işlədiyimiz müəssisələrə ilk dəfə olaraq o günə qədər görülməyən texnologiya qoyurlar.
buxar maşınları, buxarla işləyən maşınlar. Bizim işimizi maşın görür. Biz o zaman o maşınları görüb təəccüblənərdik, yoxsa yox? Ki, yəni belə bir düzdür müəllim? O dövr üçün, o zamanın inkişafı üçün o bir inqilab idi, yenilik idi. Çünki o vaxta qədər maşın yox idi, avadanlıq yox idi. Fikrimi çatdıra bildim müəllim? Hər şey əllə həyata keçirilir. Ona görə ona inqilab nədir müəllim? Əvvəllər olmayan yeniliyin tətbiq edilməsi. Məsələn, deyirik, filan kəs elmdə arada sizlərdə də olur, hansısa bir inqilabi kəşflər edirsiniz, qeyri-adi cavablar falan verirsiniz. Deyirim, inqilab, filan kəs inqilab elədi. Qeyd edin, müəlliflik hüququ qorumaq şərtilə. Yadınızda belə bir şeylər. İnqilab nə demək? Tam yenilik. Fikrimi çatdıra bildim müəllim? Alo. Müəllim, eşidirəm. Tamam. İndi etinin tərkib hissələri var. Onlar nədir? Etinin tərkib hissələri elm idi, texnologiya idi, istehsal idi, bir də idarə etmə idi. Aysə, elm, texnika və texnologiya, istehsal və idarə etmə. Elm deyəndə nə başa düşürük? Elm deyəndə, necə deyim mən sizə? Kompleks biliklər sistemi. Bilirsən, istehsalla sıx olan bir elm tutumlu sahə yaranmasına səbəb olmuşdur. Aysə, elmi kəşflərin istehsal tətbiqi nəticəsində elm tutumlu sahələr yaradır. Düzdürmü müəllim? Məsələn, robot. Robot elmi kəşfin istehsal tətbiqi nəticəsində yaranır. Düzdürmü? Məsələn, nüvə enerjisi. Bu günlərim atom elektrik stansiyaları fəaliyyət göstərir. Düzdürmü? O nüvə enerjisi kəşfdir, bir elmi kəşfdir. Onu ilk dəfə kəşf elədi Einstein. Düzdür? Onu nəyə görə kəşf elədi? Onu enerji almaq məqsədilə kəşf elədi. Amma insanlar onu ilk dəfə olaraq o nüvə enerjisindən nə hazırladılar? Silah hazırladılar. Düzdürmü? Başa düşdünüz? Nüvə silahları hazırladılar. Yəni, elmi kəşf, istehsala tətbiqi nəticəsində elm tutumlu sahələr, elm tutumlu məhsullar yaradır. Bax, bu elmdir, onun tərkib. Bəs texnika və texnologiyanın inkişafının hansı formaları var? Təkamüldə bir də mənim inqilab yolu ilə idi, onlar deyirsizlər Bəli, orada. təkamül yolu nədir mənim? Təkamül yolu ilə elm və texnika tədricən, yəni bir texnologiyanın başqa bir formaya dəyişdirilməsi deyim də, yəni o hissələrinin dəyişdirilməsi, amma inqilab yolu ilə isə tamamilə ayrı bir texnikanın və yaxud da texnologiyanın yaradılması idi. Belə deyək də müəllim. Avtomobil neçə illərdir var, düzdürmü? Məsəl üçün, tutaq ki, VAZ 2106 markalı avtomobil, misal üçün. Bunun 70-lərdən, 80-lərdən bura istehsal olunur. Və bugün istehsalatı dayanır. Fərz edək ki, zavod onu biraz müasir dizayn formasında istehsal edir. Görünüşünü dəyişir, komfortunu artırır, belə deyək də, yanacaq qabiliyyətini, yanacaq yandırma sərfiyyat qabiliyyətini aşağı salır. Nə bilim, avtomobildə müəyyən cihazlar, avadanlıqlar, monitor yerləşdirilir, internet falan belə. Bu nədir? Təkamül yolu. Yəni Yəni görünüş mövcud olan üzərində nə etdilər? İşləmələr elədilər. Düzdürmü? Modernləşdirdilər də belə deyək. Düzdürmü? Bir də var ki, uçan avtomobilin istehsal edilməsi. Bu nə olar? Çünki indiyə qədər uçan avtomobil yoxdur da, düzdür? Amma bugün uçan avtomobilin kəşfi, yaradılması bu inqilabdır. Avtomobil sənayesində inqilabdır bu. Fikrimi çatdıra bildim müəllim? Başa düşdüm. Əla. İndi bax, təkamül yol dediniz mövcud olan üzərində işləmələrin edilməsi, inqilabi yol isə tamamilə fərqli bir texnologiyanın tətbiq edilməsidir. İndi hansında əmək məhsuldarlığı daha yüksək olar? Əmək məhsuldarlığı inqilabda. Təbii ki, inqilabda. İndi bu inqilabi yolu hansı ölkələr daha çox istehsal prosesinə tətbiq edə bilir? Daha çox inkişaf etmiş ölkələr, çünki daha çox sərmayə tələb edir də, belə. Bəli. Deməli, inqilabi yolu ən çox tətbiq edir kimlər? İnkişaf etmiş ölkələr. Düzdürmü müəllim? İnkişaf etmiş ölkələr tətbiq edir və məhsuldar qüvvələrin, belə deyək də, məhsuldarlığı artır. Bəs təkamül yolu daha çox hansı ölkələr tətbiq edir? Olan ölkələr. İnkişaf etməkdə olan ölkələr. Təşəkkürlər. Çox sağ olun. Sağ olun mənim. Sonra Nisə xanımdan sonra Pərvanə xanım. Axşamınız xeyir olsun mənim. Hazırıq. Buyurun mənim. İstehsal prosesinə də elmi texniki inqilab öz təsirini göstərib. Düzdür müəllim? İstər istehsala, istər qeyri-istehsala bütün sahələrə nüfuz edib, bütün sahələrdə dəyişiklik yaradıb. İstehsalın özünün tərkib hissələri var. Hansılardır müəllim?
Bu 6 dənə olan müəllim elektronlaşdırma, avtomatlaşdırma, kosmikləşmə, Bəli. energetika təsərrüfatının desən yaradılması idi, biotexnologiyanın inkişafı idi, Bir də bir kosmikləşmə. dənəsi də var idi, Kosmikləşmə. kosmikləşmə. Bəli. Bax bunlar idi, 6 dənə idi. Aha, elektronlaşdırma dediniz. Bu elektronlaşma nə deməkdir müəllim? Yəni hər bir şey artıq elə bir dövrə gəlmişik ki, biz 21-ci əsrin astanasındayıq. Hər bir şey elektronlaşıb da. Bax indi orta məktəbdə misal bəli, kompüterləşib. Orta məktəbdə lövhələr, elektron lövhələr, kompüter, yəni dərslər artıq keçir bütün avtomatlaşdırmaya. Yəni biz müəllimlər sadəcə bunlardan idarə etmək kimi qalırıq da. Hər bir iş, hansı sahədə gedirsiniz, görürsünüz ki, adi paltar mağazası, marketdir, səhiyyə gedirsən, hamının qabağında bir dənə kompüter və işlər hamısı kompüterləşib də. Bax, belə deyək də müəllim, bax. Bu gün Azərbaycanın fərqli bölgələrindən bu gün burada iştirak edən iştirakçılar var. Şəhər Bakıdan var, Sumqayıtdan var, nə bilim Gəncədən var, Tovuzdan var, Göyçaydan var. Hər bölgədən iştirakçı iştirak edir. Nəyin sayəsində? Elektronikanın sayəsində. Elektronikanın, informasiyanın sayəsində. Bəli. İnsanların başda səbəbi müəllim, insanların işinə rahatsızlıq gətirməkdir də. Biz o kağızlarla, indi inşallah ki, biz bu elektron rəqəmsal platformaya keçəcəyik inşallah sentyabrdan və orada da işimiz rahatlayacaq. Əgər o sistemi qura bilsələr, bütün məktəb heyəti, gündəlik yığışılacaq, biz bezmişik də bu jurnalları yazmaqdan. Jurnallar inşa, hepsi elektrona keçir də. İnsanlara mən belə fikirləşirəm ki, məqsəd insanların işini asanlaşdırmaqdır. Düzdür. Deməli, elektronlaşma nə oldu? Bütün sektorların kompüterləşməsi. Bəs müəllim, avtomatlaşdırma nədir? O artıq daha müasir, daha moderndir, robotlaşdırmadır. Artıq görürsünüz Şərqi Asiyada insanın işini robotlar görürlər. Misal üçün biz, yəni robotlaşmada, hər şey robotlaşmaya doğru gedir. İndi müəllim, demirlər ki, əl əməyindən istifadə olunmur müəllim. Elə elektronikanın özü belə hamısı başına yalan robotdur. Yəni o cihazı qurğunu işə salırsan və kənardan durursan, sadəcə onu idarə edirsən. Bax müəllim, indi bir dənə söz deyim. Belə bir cümlə işlədirsən. Deyirik ki, bütün sahələrin kompüterləşməsi. Bu elektronlaşmada bu doğru fikirdir, düzdürmü? Yaxşı, belə bir cümlə qarşınıza çıxsa, bütün sahələrin avtomatlaşdırılması, yəni bütün sahələrin mikroprosesorlarla təmin edilməsi. Bu ifadəni doğru götürədiniz, yoxsa yanlış götürədiniz? Bütün sahələrdə. Hal-hazırda, yox, bütün sahələrin hamısını o səviyyəyə gətirib çıxartmaq elə mümkün deyil. Deməli, bu istehsal prosesinin avtomatlaşdırılmasıdır. Hələlik robotlar istehsal prosesində var. Yəni, bu gün müəllimi robot əvəz edə bilmir. Fikrimi çatdıra bilmir. Yox, amma gedir də mənə süni intellekt deyirlər. Deyirlər zamanla, yəni o gözlənir ki, artıq insanların... Gələcəyə ola bilər. Gələcəyə ola bilər. Amma bugün... Yoxdur, insanın əvəzedici yoxdur da, yəni belə insanın tam olaraq fərdi insanın görə biləcəyi işi mən belə fikirləşirəm. Yaponiyada bir dənə otel var. Otelin içərisinə bir dənə insan işləmir. Hamısı robotdur. Resepsindən tutmuş, sənə yemək gətirənə qədər, paltarını təmizləyənə qədər. Hamısı robotdur. Resepsiyona yaxınlaşırsan, robot sənə məlumat verir. Şəxsiyyət vəsiqəni alır. Oteldə otel nömrəsi, otaq nömrəsi verir. Bütün hamısı robot tərəfindən həyata keçirilir. Bir dənə insan yoxdur orada. Hamısı robot. Zaten bu yeniləşmələr, hamısı robotlaşmalar, yeni texnologiyanın inkişafı, hamısı Şərqi Asiyadan çıxır da. Biz burada gecə yatıb dururuq, səhər dururuq. Onların qeyri-adi kəşfləri ilə üzrə dururuq. Hamısı Şərqi Asiyada. Tamam. Üçüncü energetika təsərrüfatının yenilənməsi. Bu nə deməkdir? Artıq elə bir dövrdəyik ki, bütün iqtisadiyyatın, təsərrüfatın başının qan damarını idarə edən energetikadır. Yəni çox əsas, önəmli bir faktordur bu energetika. İndi bu dədə-babadan həmişə istilik elektrik stansiyası, su elektrik stansiyası artıq müasir dövrdə tükənməyəndir. Yəni alternativ enerjilərdən istifadə olunur. Bunlar da külək elektrik stansiyası, qabarma elektrik stansiyası, günəş elektrik stansiyası ki, bizim ölkəmizdə də artıq Azərbaycan da KES-dən istifadə edir. Günəşdən də yavaş-yavaş artıq evlərdə, şəhərdə biz görürük, günəş panellərini görürük ki, çox ucuz, ekoloji cəhətdən təmiz, sərfəli enerji mənbələrdir. Və bu dəqiqə dünya ilə ən çox onu aparır ki, elə o alternativ enerji mənbələrinin daha çox istifadə olunsun. Yeni materialların istehsalı nədir? Orada yeni konstruksiyalar var. Yeni konstruksiyalar materiallar. Elə bir materiallardan istifadə olunur ki, o sərfəli olsun, ekoloji cəhətdən təmiz olsun, istifadəyə yararlı olsun. Nəsə belə başa düşmüşəm mən. Düzdür müəllim, tam doğrudur. Bəs biotexnologiya
Biyotexnologiya o da müasir dövrdür. Bu GMO deyirlər ona, genetikası GMO. modifikasiya olunmuş Hı hı. bitkilər. Orada artıq heyvanlar klonlaşırlar. Məqsəd bundan ibarət ki, dünya əhalisinin sayının artması və insanların bitki və heyvan məhsullarını deyək, tərəvəz mi deyək, məhsuldarlığı artırmaq üçün artıq keçiblər GMO-ya. Düzdür, bu insan sağlamlığı üçün yəni genetikasını dəyişirlər də canlıların. Düzdür, İnsan zərərlidir. sağlamlığı üçün çox tehlikəlidir, amma mən o xəritəyə baxmışam, dünyanın əksər ölkəsi bu GMO-yu yəni istifadə edirlər. Düzdür, əksər ölkələr artıq bundan istifadə edirlər. Edirlər, bəli. Yaxşı müəllim. Bəs kosmikləşmə nədir, onu da deyin. Kosmikləşmə artıq elə bir dövrdəyik ki, yəni o bayaq da dedik ki, elmin tamamilə dərinə inkişafına doğru gedik də, yerin dərinliklərinə doğru, kosmosun dərinliklərinə doğru o kosmik tədqiqatların aparılması. Yəni yer kürəsində artıq elə bir nöqtə yoxdur ki, ora izlənilməsin də. Mən belə fikirləşirəm ki, peyklər vasitəsilə artıq ölkəmizdə belə mən o hidrometeoroloji departamentdə olmuşam. Mənə elə gəlirdi ki, orada onlar o butqalarda o əvvəlki dədə-baba qaydasından cihazlar vasitəsilə hava proqnozunu verirlər. Dedilər, xeyr. Orada oturublar, hazır məlumatlar gəlir onların ekranlarına peyklər vasitəsilə. Hətta Türkiyə peyklərinin, digər dövlətlərdən hazır məlumat gəlir və insanlara hava məlumatını elə ötürürlər. Məncə bu da elə aerokosmik. Aerokosmik sənaye nədir müəllimlər? Kosmik tədqiqatların sənayeyə tətbiq edilməsi nəticəsində aerokosmik sənayenin inkişafı, yəni kosmosa göndərilən cihazların sənaye, aerokosmik sənaye nə istehsal edir? Ancaq kosmik cihazlar, süni peyklər, kosmik aparatlar, məsələn, yeri fırlanan sizdə, hamısı kosmosdan müşahidə edilir, dediyiniz kimi. Yəni, hamısı aerokosmik sənayenin inkişafı nəticəsindədir. Yaxşı. Bir də elmi texniki inqilabın, bax, elm, texnika və texnologiya istehsal edik və sonuncu idarə etmə. İdarə etməni də deyin mənim. İdarə etmədə informasiyanın idarə olunmasıdır. Elə bayaqdan ondan danışırdıq ki, yəni demək olar ki, dünyada kağızdır, kağız üzərində yazı pozuldular, hamısı keçib informasiyalar artıq idarə olunur. Məsələn, coğrafiyanın özü, coğrafiya ciddi misal çəkə bilərik ki, artıq uzun-uzadı işlər görülməsi ehtiyac yoxdur. Orada toplanır coğrafi məlumatlar, istənilən məlumatı oradan əldə etmək olar. Yəni, məsələn, əvvəllər belə deyək də, məsələn, öz sahəmizdən deyək də, məsələn, 15-20 il bundan qabaq hər şey kağızla idi. Məktəbdən nəsə məlumat lazım idi, kağızla yazıb göndərirlər postdan təhsil şöbəsinə. Təhsil şöbəsi oradan kağız göndərirdi. Belə idarə etməkdir. İndi amma nə ediblər? Mərkəzləşdirilmiş bir sistemdir. Mərkəzdən idarə olunur. Hamısı internet vasitəsilə bütün müəssisələrə göndərilir. Ani bir vaxtda məlumatlar çatır ora, ünvanına hansı işlər görüləcək, onlar hamısı orada göstərilir. İnsanların üstlərində də hansını yapmalı, bunun başqa yolu yoxdur. İnsanların işini yapmaq. Təşəkkür müəllim, çox sağ olun. Sağ olun. Sonra Aysel Həsənova buradadır. Yox. Mən Axşamınız xeyir. Bayaq çağırdım mən. Tamam. Mən biraz gec qoxdum. Ev yox, canınız sağ olsun. Elmi texniki inqilab dövründə təsərrüfat strukturunda dəyişikliklər. Bax müəllim, elmi texniki inqilab təsərrüfatın həm sahəvi, həm ərazi strukturuna təsir göstərir, düzdürmü? Birinci növbədə bu 4 sektor var da. Birinci sektor, ikinci sektor, üçüncü sektor. İkinci və dördüncü sektor. Bu sektorlar arasında nisbət necə dəyişdi? ETI bunlara necə təsir elədi? ETI dövründən sonra üçüncü və dördüncü sektorun payı artmağa başladı. Əvvəl birinci, ikinci sektor idi, indi isə üçüncü, dördüncü sektor. Yəni belə deyək də, maddi istehsalla qeyri-istehsal. Bax, birinci, ikinci sektor maddi istehsaldır. 3-4 qeyri-istehsaldır, düzdürmü? Bunların ikisinin arasında nisbət neynədir? Dəyişdi. Azaldı. Nəyin payı azaldı? Maddi istehsalda çalışanların sayı azalır, qeyri-istehsalda çalışanların sayı artır. Yaxşı, bəs niyə görə maddi istehsalda işləyənlərin sayı azalır? Bəs nətər olur günü-gündən yeni məhsullar istehsal olunur? Bəs necə olur ki, işçi qüvvəsi orada azalır, amma məhsulların istehsalı çoxalır? Sizcə? Çünki ETI təsir edirdi, elm texnologiyanın təsir. Bəs orada çıxan işçi... elektronlaşma bayaqdan danışdığımız təsir. Yəni, oradakı insanların azalması, işçi qüvvəsinin azalmasının səbəbi həmin o sektorların avtomatlaşdırılmasıdır. Yəni, artıq orada insan işləməyinə ehtiyac yaramır. Deyir ki, zavoda robotlar gəlir, avtomatlaşdırılmış qurğular gəlir, düzdürmü? Ya get qurğuları öyrən, gəl idarə elə. İşsizlikdə də keçdiyə struktur işsizliyi. Sağ ol, struktur işsizlikdir da, düzdürmü? İnsanlar nə edir? Birinci, ikinci sektordan çıxır, çıxmaq məcburiyyətinə qalır. Ya gedir 3-ə, ya da gedir başqa işlə məşğul olur. İxtisasını artırır, yeni peşəyə yiyələr. Aysə, yeni peşəyə yiyələr. Əla.
Tamam müəllim. Deməli, bax, maddi istehsalda da indi sənaye ilə kənd təsərrüfatının müqayisəsində maddi istehsalın özünə də təsir edir. Düzdür müəllim? Maddi istehsalda sənayenin payı artır yoxsa kənd təsərrüfatının payı artır? Sənayenin payı artır. Bəs sənayedə hansı pay artır? Emal yoxsa hasilat? Emal sənayesi hasilatın azalmağa başlayıb, emal sənayesi artıb. Bunun da bir səbəbi də odur ki, kimya sənayesi elə bir hasilatda çıxarılan bəzi məhsulları əvəz edir. Süni materiallarla əvəz edir. Aferin sizə. Yaxşı, bəs kənd təsərrüfatının özünə də eti təsir elədi. Kənd təsərrüfatında İntensiv kənd təsərrüfatı inkişaf edir. Əvvəl ekstensiv idi. İndi intensiv. İndi yaxşı, bu kənd təsərrüfatı deyəndə bitkislik və heyvandarlıq fikirləşək də. Hansının payı getdikcə artır? Heyvandarlıq məhsullarının payı getdikcə. Və biotexnologiya tətbiq edilir. Düzdürmü müəllim? Biotexnologiya da odur ki, yəni gen mühəndisliyi də, bitkilərin, heyvanların genləri dəyişilir. Müəllim, çox üzr istəyirəm. Çox üzr istəyirəm Ayşə xanım. Bir dənə zəng gəlir, ona vacib cavab verim. Çox üzr istəyirəm. Mən buyurun. Alo. Alo. Müəllim. Hə, siz Allah çox üzr istəyirəm. Çox vacib zəng idi ona görə.
Hə. Harda qaldıq müəllim? Sonuncu nə sual verdim sizə? Sonuncu danışırdım. Nədən danışırdıq? Hə, C-dən danışırdıq. Sektorlardan Hə, danışırdım. sektorlardan danışırdıq. Tamam, bunu bildik. Müəllim, indi bax təsərrüfatın var ərazi tərkibi, var sahə tərkibi. Bax, əvvəlcə görək təsərrüfatın sahə tərkibi, sahə quruluşu deyəndə nə başa düşürük? Bu nədir? Yəni mən təsərrüfatın sahə quruluşu dedikdə təsərrüfat sahələrinin ÜDM-dəki payı nəzərdə tutulur. Ay, sağ Yəni olun. hansı Aferin. sahə daha çox inkişaf edir. Əla, təsərrüfatın Dedikdə isə təsərrüfat sahələrinin ərazi üzrə yerləşməsi başa düşülür. Təsərrüfatın sahə tərkibi deyəndə ora daxil olan bütün sahələrin cəmi başa düşülür, düzdürmü? Ərazi tərkibi dedikdə isə ərazi üzrə yerləşməsi. İndi təsərrüfatın sahə tərkibi 3 inkişaf mərhələsindən keçib hansılardır? Aqrar, sənaye və post-sənaye mərhələsi. Okay. Aqrar mərhələ. İkinci əsrə qədər Aha. aqrar mərhələ olmuşdu. Yəni bu mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı başa düşülürdü. Ölkələr bir neçə kənd təsərrüfatı məhsullarının istehsalı ilə seçilirdi. Belə ölkələrə də monokultur ölkələr deyilirdi. Yox, polikultur. Əgər yəni bir və ya iki təsərrüfat sahəsi üzrə ixtisaslaşırsa bu monokultur. Amma bir neçə kənd təsərrüfatı kənd təsərrüfatında bir və ya bir neçə kənd təsərrüfatı məhsul çıxara bilirdisə bu monokultur bir və ya yox, bir neçə daha çox məhsul istehsalı üzrə ixtisaslaşırsa, məhsul istehsal edirsə, bu olurdu polikultur. Amma bir və ya iki təsərrüfat sahəsi üzrə ixtisaslaşırsa, bu mono tək deməkdir da, tək sahəli, tək təsərrüfat. Düzdür müəllim? Yaxşı. Bəs deməli 18-19-cu əsrə qədər sənaye mərhələ, aqrar mərhələ idi. Sonra hansı mərhələ gəldi? Sonra sənaye mərhələsi gəlməyə başladı. Ehtiyat qədər elə bil sənaye mərhələsi idi. Daha sonra isə sənaye mərhələsi özündə də hasilat, bir də emal sənaye mərhələsi var. Ehtiyadan sonra hasilatı emal sənayesi əvəz etməyə başladı. Emal daha yüksək paya malik oldu. Bəs post sənaye nədir? Post sənaye isə hazırda inkişaf etmiş ölkələrdə elə bil sektorlarda 3-cü, 4-cü sektorların inkişafıdır. Xidmət sahələrinin, yəni qeyri-istehsal sahələrinin inkişaf edir artıq. Bu da inkişaf etmiş ölkələr üçün daha çox. Bu post sənaye mərhələsidir, düzdür? Modernləşmə, elə bir istehsal modernləşmə mərhələsinə keçib. Modernləşmə nədir? Bütün sahələrdə istehsalın bütün sahələrində etinin nailiyyətlərindən istifadə olunmasıdır. Əla. Bəs modernləşmə nədir? Mən elə modernləşmə oldu da, onu dedim, elə bir istehsalda əsasən robotlar, maşın və avadanlıqlar əvəz edir. Modernləşmə nədir müəllim? Deyirik, misal üçün reklamda zada deyirik, bir də göstərir ki, yeni modern üslubda dizayn edilmiş. Misal hansısa şadlıq sarayını, hansısa bir məkanı reklamı. Yəni hansısa yeniliklər tətbiq olunur. Ayso, modernləşmə nədir? Mövcud olan texnikanın, texnologiyanın fərqi yoxdur. Hansısa bir belə deyək də, maddi istehsalın müasir dövrün tələblərinə uyğun yenilənməsidir. Müasir dövrə uyğun dizayn edilməsi. Bu modernləşmədir. Başa düşdünüz müəllim? Aha. Modernləşmə də hansı ölkələr üçün səciyyəvidir? İnkişaf etmiş ölkələr üçün səciyyəvidir. İnkişaf etmiş ölkələr üçün. Təsərrüfatın ərazi strukturu nə idi? İstehsalın ərazi üzrə paylanması idi. Təsərrüfatın ərazi strukturuna görə də iki növ vardı. Polisentrik, bir də monosentrik. Polisentrik yəni çox mərkəzli, əsasən inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Monosentrik isə tək mərkəzli, inkişaf etməkdə olan ölkələr. İnkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Yaxşı. İnkişaf etmiş ölkələrin ərazisi özü neçə yerə bölünür? 4 hissəyə bölünür. Yüksək inkişaf etmiş rayonlar, aqrar rayonlar, yeni mənimsənilmiş rayonlar, bir də köhnə sənaye rayonları. Köhnə sənaye rayonu. Yaxşı. Yüksək inkişaf etmiş regionlar deyəndə hansı regionlar nəzərdə tutulur? Hansı ölkələrdə var? Bu regionlara məsələn İtaliyanın şimalında Milan, Turin, Genya. Bu da var idi. O Milan, Turin, Genya. Daha sonra ABŞ-da Kaliforniyada, New York'dur. Fransa'nın qərb Paris. Fransa'da Paris. Mərkəzi idi, Paris idi. Sonra London idi, Almanya. Elə Almaniyada Almaniyanın cənub hissəsi. Yüksək inkişaf etmiş regionlar, düzdürmü? Yəni inkişaf etmiş hissələr. Parisdə, Londonda, Almaniyanın cənubudur bunlar. Bəs köhnə sənaye rayonları hansılardır? Bunları da deyin.
Köhnə sənaye rayonları, yəni əvvəllər yüksək inkişaf etmiş sahələr olub. Hal-hazırda isə məsələn o itiribdir də onu. İqtisadi durğunluq köhnə Qara İngiltərəni. bəli, köhnə sahələrlə iqtisadi durğunluq keçirən ərazilərdir. Bunlar dediniz ya, əvvəllər güclü inkişaf edib. Yaxşı, əvvəllər deyənə nə zaman güclü inkişaf? Hasilat sənayesi. Sənayeləşmə, sənaye mərhələsində. Dünya təsərrüfatının sahə tərkibi sənaye mərhələsinə keçdi. Misal göstərmək olar, kömür sənayesi. Bunlar müəllim, nə vaxt güclü inkişaf edib? Dünya təsərrüfatının sahə tərkibinin sənaye mərhələsində. Amma bu günlərin post sənayedə onlara ehtiyac demək olar ki, azalıb. Ona görə zəifliyib o. Yox. Hansı bölgələrdir? Miqə düşmüşdü bu sual. Cədvəl üzrə miqə düşmüşdü. Məsələn, ABŞ-da Appalaçdır, sonra Almaniyada Rurdu, Sardı, sonra Qara İngiltərədir, Böyük Britaniyada, Rusiyada Uraldır, Volqa-boy ərazilərdir. Bu hissələr. Ural, Volqa-boy ərazilər. Düzdür? Bir də Rusiyada Volqa-boy, Ural ərazilər belə. Bəs aqrar regionlar hardadır? Buranı da deyim mən. Aqrar regionlar, yəni təsərrüfatının inkişaf etdiyi regionlardır. Bura misal olaraq İtaliyanın cənubunu misal göstərmək olar. Daha sonra İspaniyanın mərkəzi hissələrini misal göstərmək olar. Yəni bu hissələrdə hələ də kənd təsərrüfatı inkişaf edibdir. Təşəkkür edirəm. Çox sağ olun. Fransanın qərbidir, İspaniyanın mərkəz hissəsidir. ABŞ-ın cənub hissəsi deyil. Təşəkkür edirəm müəllim. Çox sağ olun. Tamara xanım. Tamara xanım. Bəli, müəllim. Axşamınız xeyir bir də. Bəli, müəllim. Bəs inkişaf etmiş ölkələrdə yeni mənimsənmiş regionlar var. Bu 4 ərazidən biri də yeni mənimsənmiş regionlar. Bu ərazilər hansı ərazilərdir? Yeni mənimsənmiş, yəni ekstremal şərait olan ərazilər idi. Bura Alyaska'nın, Qrönlandiyanın, sonra Avstraliyanın səhraları, Rusiyanın Sibir regionunu misal göstərmək olar. Bugün o ərazilərin mənimsənilməsi nəyin hesabınadır? Etinin hesabına. Bəli, elmi texniki inqilabın. Elmi texniki inqilabın hesabına bugün o ərazilər neynədir? Mənimsənir. Hətta orada o ərazilərdə insanların işləməsi üçün belə deyək də həvəsləndirici müəyyən tədbirlər görürlər. Məsəl üçün 2 qat əmək haqqı verilməsidir, orada yaşamaq üçün mənzillərlə təmin olunmasıdır, vaxtından əvvəl təqaüdə çıxması kimi belə tədbirlər görürlər. Həmin ərazilərdə insanları cəlb eləmək üçün, işləri həyata keçirmək üçün. Tamam. Necə? Bu regional siyasət aiddir. Regional siyasəti inkişaf etmiş ölkələr yüksək səviyyədə tətbiq edir, yoxsa inkişaf etməkdə olan ölkələr? İnkişaf etmiş ölkələr. Çünki bura maddi tələbat lazımdır ki, bu inkişaf etdirilsin. Aslında inkişaf etdirmək regional siyasət üçün böyük vəsait tələb edir. Bu da ki, inkişaf etmiş ölkələrdə daha çox. Bəs tək mərkəzli struktur nədir? Təsərrüfatın ərazi təşkilinin tək mərkəzli modeli nədir? Tək mərkəzli struktur, yəni ki, monosentrikdir. Bura əsasən Asiya, Afrika və Latin Amerikası inkişaf etməkdə olan ölkələrə aid idi. Bunun səbəbi var idi. Səbəbi isə keçmiş müstəmləkə tarixi ilə əlaqəli olur. Ölkələrdə təsərrüfat əsasən bir mərkəzdə, ölkənin paytaxtında və yaxud da liman şəhəri yaxınlığında cəmləşmişdir. Buna görə də bura monosentrik təsərrüfat adlandırılır. Yəni ki, bir şəhər ətrafında. Sentr mərkəzdir, monotək. Yəni bir mərkəz. Ya limandır, ya da hansısa bir paytaxtdır, ya da hansısa bir liman şəhəri. Aha. İndi deyin görün mənə, regional siyasət deyəndə nə başa düşürük? Regional siyasət, yəni ki, bunu dövlət siyasəti adlandırmaq olar. Əsasən əhalinin regionlar üzrə paylanmasına xidmət göstərirdi. Yəni təsərrüfatın və ərazinin təsərrüfat sahələri və əhalinin ərazi üzrə səmərəli yerləşdirilməsi üçün dövlətin gördüyü tədbirlər sistemi. Bu nə adlanır? Ərazi üzrə regional siyasət. Dövlət siyasəti idi. Dövlət hüququ, inzibati, sonra iqtisadi, sosial siyasət həyata keçirilirdi. Yaxşı. İndi inkişaf etməkdə olan ölkələr regional siyasəti hansı formada tətbiq edirlər daha çox?
Mən bir neçə ölkə var idi ki, Qazaxıstan, Tanzaniya, Nigeriya, Braziliya kimi ölkələr paytaxtlarını köçürməklə bu siyasəti həyata keçirmək Paytaxtı istəyirlər. köçürmək ölkənin ərazisinə necə təsir edir? Deyə bilərsiniz. Şəhərlərin böyüməsinin qarşısını almasıdır da mən. Yəni ki, bir paytaxtda bütün urbanizasiyanın səviyyəsinin qalxması baş verir. Amma məsələn, Azərbaycan aha. Bu zaman yəni ki, şəhərin böyüməsinin qarşısı alınır da, yəni paytaxtın digər əraziyə köçürüldükdə artıq digər əhalinin həmin əraziyə toplanması baş verir. O belə deyək də. Azərbaycanın ən yüksək inkişaf etmiş şəhəri hansıdır? Bakı. Paytaxt Bakı şəhəri. amili plus liman şəhər olması Bakının ən başda səbəb paytaxt amili olmasıdır. Düzdürmü? Yüksək inkişafına səbəb olur. Digər bölgələr, digər şəhərlər Bakı kimi deyil. Əgər sabahların paytaxtı Bakı yox, hansısa bir Gəncə, Mingəçevir şəhəri eləsələr, artıq təsərrüfat sahələri cəmlənəcək orada və o ərazidə yüksək səviyyədə inkişaf edəcək. Təhsil səviyyəsini qaldırmağa və yaxud da Hər sahədə. digər xidmətlərin ödənilməsinə məhz həmin paytaxtda məskunlaşacaqlar, toplanacaqlar. Bəli. Müasir elmi-texniki inqilab dövründə, ET dövründə ölkələrin inkişaf səviyyəsində hansı amilləri mövqeyi getdikcə zəifləyir? Ərazidir, təbii ehtiyatlar əsasən həll edici rol oynamır. Yəni Bir də iqtisadi coğrafi mövqe. Bəli, coğrafi mövqedir. Bunlar artıq rol oynamırdı. Amma ki, elmi mərkəzlərdə, təhsil ocaqlarında yerləşdirilməsi artıq bu önəmli roldur, önəmli faktordur kimi. Müasir dövrdə dünya təsərrüfatının sürətli inkişafını nə inkişaf elətdirir? Sürətli inkişaf nasıl? Qloballaşma prosesidir ki, bunu da transmilli şirkətlər və korporasiyalar daha da sürətləndirirdi. Qloballaşma dünyəviləşmə deməkdir. Bəs transmilli birliklər nədir? Transmilli şirkətlər dediniz, onlar nədir? Korporasiyalar, transmilli şirkətlər, yəni ki, iri şirkətlərin filialları. Bəli. Məsəl üçün, bax, Bolt şirkəti, taksi şirkətidir. Bəli. Səhv etmirəmsə, birdən yanlış deyərəm. Yəni indi kimsə dəqiq bilirsə desin. Səhv etmirəmsə, Amerika Birləşmiş Ştatlarına məxsus taksi şirkətidir, taksi xidməti şirkətidir. Görürsüz, bu gün dünyanın bütün ölkələrində Bolt xidməti fəaliyyət göstərir. Azərbaycanda da var. Düzdürmü? Filial gəlir, şirkət gəlir, burada da filial. Bəli, transmilli şirkətdir, qloballaşıb. Apple şirkəti. Amerikaya məxsusdur, ABŞ-a məxsusdur, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərir. Samsung şirkəti. Şirkət. Bəli. Yəni ki, firma artıq düzdür. Başqa ölkələrdə də fəaliyyət göstərir. Sonra British Petrol, Böyük Britaniya, İngiltərəyə məxsus neft şirkəti. Sonra Lukoil Rusiyanın neft şirkətidir. Sonra McDonald's, Amerika Birləşmiş Ştatlarının qida sektorunda olan şirkətdir. Xidmət sektoruna aid olan şirkət. Görürsünüz, nə qədər ölkədə fəaliyyət göstərir. Bax, transmilli şirkətlər bunlardır. Yaxşı. Bax müəllim, bu gün həm inkişaf etmiş ölkələrdə, həm inkişaf etməkdə olan ölkələrdə təsərrüfat sahələri limanlara meyl eləyir. Bunun səbəbi nədir? Xərclərin azalması da müəllim, yəni ki, limana niyə görə limanda yerləşdirir? Limanlarda gəmilərin fəaliyyəti, yəni ki, daşınması, xərclərin azalması limanlarda. İnkişaf etməkdə olan ölkələrdə limana ona görə meyl eləyir ki, məhsulları ixrac edir. Çıxarırlar, göndərirlər limana, limandan ixrac edir. Amma inkişaf etmiş ölkələrdə idxal etdiyini edir. Ay, sağ olun. İxrac-idxal əməliyyatlarla əlaqədar olaraq bu gün limanlara meyl etmək güclüdür. Tamam, təşəkkür Tamara xanım, çox sağ olun. Sağ olun. Elmdar müəllim. Bəli. Axşamınız xeyir, necəsiniz? Axşamınız xeyir, nətərsiniz? Təşəkkür edirəm, siz nətərsiniz? Sağ olun. Ən maraqlı mövzulardan biridir. Həqiqətən də dərindən, həvəslə oxuyanda çox maraqlı mövzudur. Doğrudan deyirəm. Bəli. Tamam müəllim. İstehsalın təşkili formaları var. İstehsal sahələrini təşkil edərkən müxtəlif amilləri nəzərə almaqdan məqsəd nədir müəllim? Məqsəd bu üçün, yəni belə deyim də, səmərəli yerləşdirmək, xərcləri azaltmaq. Başlıca məqsəd nədir? Xərci azaldıb qazancı çoxaltmaqdır. Yaxşı, başlayaq. İxtisaslaşma nədir müəllim? İxtisaslaşma bu üçün müəyyən bir məhsul tam başdan sona qədər bir ərazidə belə deyim də, tam emal olunması, tam başa gəlməsidir də. Yəni məsələn tutalım ki, biz neft üzrə ixtisaslaşmışıq dedik də, yəni çıxardırıq, emal edirik və satırıq. Özümüzə bəs edirik sizə.
Hər hansısa bir bölgədə, ölkədə, iqtisadi rayonda istehsal edilən məhsulun və yaxud da göstərilən xidmətin digər ərazilərlə müqayisədə üstün inkişafı. Bu ixtisaslaşmadır. Bəs ixtisaslaşmanın şərtləri nədir müəllim? Mən bayaq dediklərimdə baxın, tam olaraq ixtisaslaşmanın şərtləri Məhsulun tam olaraq demək olmasıdır, tam olaraq başlamaya başlayır. yox müəllim. İndi bir şey. Birinci növbədə daxili tələbatın ödənilməsi. Yox, tam olaraq məsələn elə ölkələr var ki, xam mal üzrə ixtisaslaşır. O emal eləmir. İxtisaslaşmanın şərti nədir müəllim? Birinci növbədə məhsul istehsalı daxili tələbatdan çox olmalıdır və ucuz olmalıdır. İstehsal üçün uzun müddətli şərait olmalıdır, yəni davamlı xam malla təmin olunmalıdır. Və məhsulun satış qiyməti nisbətən ucuz olmalıdır və məhsula maraq böyük olmalıdır. Başa düşdünüz? İxtisaslaşmanın şərtləri budur. Deməli, daxili tələbatdan çox olmasıdır, digər ərazilərə nisbətən ucuz başa gəlməlidir, bir də istehsal üçün uzun müddətli şərait olmalıdır. Bax budur. Yaxşı müəllim. Bəs müəllim, təmərküzləşmə nədir? Təmərküzləşmə istehsalın iri müəssisələrində cəmləşməsidir. Ərazi istehsalın iri müəssisələrdə. Məsələn, Azərbaycanda təmərküzləşmə harda gedir? Bakı şəhərində təbii ki. Bakı şəhərində. Bütün əhalidir, təsərrüfat müəssisələri hamısı paytaxtda yığılır. Cəmləşib orada. Bu da olur təmərküzləşmə. Düzdür müəllim? Bəs yaxşı müəllim. Bəs bir var müəssisə daxili təmərküzləşmə, bir də var ərazi üzrə təmərküzləşmə. İndi Abşeronda gedən təmərküzləşmə müəssisə daxilidir yoxsa ərazi üzrə təmərküzləşmədir? Hər ikisi aid etmirlər, daha doğrusu daha çox ərazi üzrə. Ərazi üzrə. Yəni bir ərazidə bir neçə təsərrüfat sahəsi cəmləşirsə, bu ərazi üzrədir. Amma bir müəssisənin daxilində bir neçə istehsal prosesi cəmləşirsə, bu belə deyək də, müəssisə daxili təmərküzləşmədir. Fikrimi çatdıra bildim müəllim? Bəli. Yaxşı müəllim. Deyin görün mənə sənaye qovşaqları nədir? Tamam, sənaye qovşaqları nədir? Sənaye qovşaqları olur ki, müəyyən bir yerdə, vahid bir yerdə su olsun, enerjisi olsun, nəqliyyat qovşağı olsun, bunların hamısı bir yerdə olanda bizə olur birgə istifadəsi olur sənaye qovşağı. Elə bir ki, təmərküzləşmə sənaye qovşağı yaradır da müəllim. Elə bir ki, cəmləşir hamısı bir yerdə, vahid nəqliyyat sistemindən, vahid su sistemindən, enerji sistemindən istifadə edir. Onların bir yerdə cəmləşməsi təmərküzləşmədir. Onların vahid bir mənbədən istifadə etməsi həmin o ərazi adlanır sənaye qovşağı. Fikrimi çatdıra bildim müəllim? Ölkəmizdə hansı sənaye qovşaqları var? Bakı, Sumqayıt, Mingəçevir, Yevlax, Şirvan, Salyan, Gəncədaş. Bunlar bir də Naxçıvan sənaye qovşağı var. Düzdürmü müəllim? Aha. İndi sənaye qovşaqları da bir ərazidə bir neçə sənaye qovşağı böyüyüb nəyi yaradır? Sənaye rayonunu yaradır. İri sənaye rayonu. Sənaye qovşağı böyük formada olanda, böyük ərazidən əhatə edəndə olur ora sənaye rayonu. Düzdürmü müəllim? Müəllim, kooperativləşmə nədir? Kooperativləşmə olur ki, kooperativləşmə bizdə həmən müəyyən bir məhsulun başa gəlməsi üçün müəssisələr arası əlaqə. Məsələn, nə tər deyə bilərik? Məsələn, Gəncə şəhərindəki olan avtomobil zavodunda müəyyən Belarusiyada, Rusiyada müəyyən yerlərdə bir ehtiyac hissələri gəlir, hazırlanır, belə deyək, müəyyən bir bax, məsələn, Lifan avtomobil zavodu Naxçıvanda yerləşir də. Onun da hissələri başqa ölkədən gəlir. Hissələr hazır şəkildə gəlir, sadəcə onlar hissələr üstündən yığılır. Özdə kooperativləşmə ən çox harda özünü göstərir? Maşınqayırma sektorunda daha çox özünü göstərir. Məsələn, adi bir dənə avtomobil nə qədər hissədən ibarətdir? Görün, təsəvvür edin, təkəri var, rolu var, nə bilim, içinin salonu var, mühərrik sistemi var, ötürücü sürətlər kutusu var, hər bir şey də. Yəni bütün hər bir şey hərəsi də bir yerdə istehsal olunur. Sadəcə sonda onlar gəlir hazır avtomobil yığılan sexə. Orada sexdə həmin o hissələr hamısı bir-bir ardıcıl şəkildə, sistemli şəkildə avtomobilin gövdənin üzərinə yığılır və hazır məhsula çevrilir. Baxmısınız avtomobilin istehsal prosesinə? Çox maraqlıdır. Mən robotlar istehsal edən hissəyə baxmışam. Adi bir dənə gövdə gəlir, gövdəni zavod istehsal edir, gövdə gəlir. Gövdə gələndən sonra, gövdə biz ona nə deyik? Kuza deyirik. Təsəvvür gövdə. Kuza gəlir, kuzanın içərisində başlayırlar sistemli şəkildə, mərhələli şəkildə robotlar işi görməyə. Orada bir dənə adam yoxdur. Hamısı bir mühərriki gətirir.
Mühərrik qoyulandan sonra bağlanır, keçir o birisi 1-2 metr irəli gedir, təkərlər bağlanır, nə bilim şüşələr qoyulur, için avadanlıqlar yavaş-yavaş ən sonunda da hazır vəziyyətə çıxır. Bir dənə avtomobilin istehsalı həqiqətən də çox maraqlıdır. Çox dedikcə. Bir də var, Çində də baxmışam mən. Çində bu işlər əl əməyi ilə görülür. Amma Almaniyada baxmışam mən. BMW markalı avtomobillərin yığılmasına baxmışam. Mercedes, BMW, orada robotlar görür. Amma Çində əl əməyidir, insanlar edir. Özü o qədər sürətli şəkildə işləyirlər ki, adiləşib da sanki bir dənə avtomobil yığmaq onlar üçün adi bir şeydir. Hər işçi özü bir iş görür. Da biri o 5 dənə işin dalından qaçmır. O dayanır, gözləyir, gələn kimi işini görür, keçir o biri. Ona görə istehsal prosesi sürətli gedir. Buyurun mən, nəsə deyirdiniz? Həmən, orada ən çox maraq gələnlər, məsələn, 2000-siz avtomobilin məsələn, boyan hissələr, bəstansiya var. Bu nə tər axmır? Yəni, ayrıca da yəni, axır. Görmürsünüz də gövdən salır boyanın içərisinə, quruntun içərisinə. Boyanın içərisindən çıxır, sonra kənarda ona hava verilir, qurudulur, sonra rənglənir, sonra başlayır yavaş-yavaş. O saldığı boya deyil də, qurutmuş. Quruntun içinə salınır, müəllim, o fikir verməmisiniz? Əvvəl o elə bir ki, metal gəlir o gövdə, quruntun içinə salınır. Quruntun içinə salınandan sonra o lay elə bir ki, tam qurunt formasına çıxır. Sonra hava verilir, qurudulur, sonra rənglənmə, üstü təmizlənir, sonra rənglənmə gedir. Mən ona sistemli şəkildə baxmışam, çox maraqlıdır. Nə də bizim o kraxların rəngini içinə salır? Yox, qurunt, əvvəl quruntun içinə. Çox kiçiklə boyar. Yox, qurunta salır müəllim. Kraska quruntun üzərinə vurulur. Lakon quruntun üzərinə vurulur. Hə, müəllim, kooperativləşməni bildik. Bəs kombinləşmə nədir müəllim? Hə, kombinləşmə texnologiyalarından bir-birinə qarşı tələb edilən istehsal sahələri bir yerdə yerləşmək. Müvafiq müəssisədə birləşmək ilə belə yerləşmək. Müəllim, kooperativləşmə ilə kombinləşmə bax, kooperativləşmədə də istehsal ardıcılıqla gedir, kombinləşmədə də. Bunların fərqi nədir müəllim? Kooperativləşmədə belə deyək də, bir məhsulu istehsal etmək üçün vaxt bir yerdə yığılır, amma kombinləşmədə də bir şey yox. Vahid bir yerdə yığılırlar, fərqli məhsullar istehsal edirlər. Məsələn, tutalım ki, bir maşın istehsal etmək üçün fərqli məhsullar kullanılmalı çıxır, amma bu da belə deyil. Məsələn, tutalım ki, parça bir sertifikat. Bunun böyük olan hissələrindən məsələn pərdə düşür, onun kənar kəsitlərindən daha kiçik bir şeylər. Yox, müəllim, siz nətərdir, mən deyim sizə. Bax, kooperativləşmə nədir? Kooperativləşmədə hissələr ölkənin ayrı-ayrı şəhərlərində yerləşən müəssisələrdən gəlir, hazır şəkildə üstünə bağlanılır, sonuncu müəssisədə. Hər bir hissə bir istehsal zavodunda istehsal olunur. Düzdürmü? Və bu hissələr gəlir, sadəcə olaraq hazır məhsul yığılır. Bu kooperativləşmədir. Amma kombinləşmə nədir müəllim? Bir zavodun daxilində xam malın ilkin emalından tutmuş, son məhsula çevrilməsinə qədər hamısı bir zavodun içində gedir. Bax, məsələn, metallurgiya kombinatı. Filiz çıxarıldı mədəndən, düzdür müəllim? Filiz mədəndən çıxarılır, gəlir kombinata. Kombinatın ilk mərhələsində, yəni o istehsalın ilk mərhələsində saflaşdırılma gedir. Girdimi zavoda, filiz daxil olur zavoda, vəssalam. Birinci nə edirlər? Saflaşdırırlar. Tullantılar atıldı, indi o yəqin bir neçə gün çəkir o saflaşdırma prosesi. Tullantılar atılır, konsentrat qalır. Konsentrat saflaşdırılmış filizdir. Düzdürmü? Vəssalam, burada konsentrat alındı, müəyyən miqdarı aldı, çəkini aldı, göndərilir növbəti mərhələyə. Növbəti eyni zavodun içində gedir, işlər eyni zavodun içində gedir. Növbəti mərhələdə konsentrata qatışıqlar əlavə edilir, əridilir. Domla peçlərinə tökülür, başlayır o konsentrat əridilməyə. Əridiləndən sonra yüksək temperatur şəraitində əridilir, sonra tökülür qəliblərə. Qəliblərdə çuğun, polad külçələr alınır. Yəni iri külçələr belə alınır, düzdürmü? Sonra həmin o polad, çuğun, həmin o hazır şəkildə çalınmış o külçələr, məsələn, tutaq ki, armatur lazımdır, düzdür müəllim? Həmin o külçələr gedir armatur olan qəliblərə, qızdırılır, əridilir, armatur şəklində salınır. Və yaxud da ki, tutaq ki, dəmir yol reysi lazımdır. Həmin o polad əridilir, tökülür o qəliblərə, reys qəlbinə və o reys qəlbində reys formasında çıxır çölə. Bax, hamısı bir zavodun. Bax, görürsünüz, xam malın ilkin emalından son prokat istehsalına qədər hamısı bir zavodun daxilində gedir. Bax, bunlar arasında əlaqə kombinləşmədir. Başa düşdünüz müəllim? Bir kombinatın toxuculuğun özü də. Birinci pambıq gəlir zavoda.
Pambıq zavoda gəlir, pambıq təmizləmə sexində təmizlənir. Sonra təmizlənəndən sonra yuyulur. Yuyulandan sonra əyrilir. Yəni pambığı sapa çevrilir, ipliyə çevrilir. İplik alınandan sonra boyanır. Həmin o ipliklər boyanır. Rənglənir qırmızı, qara, ağ, göy və s. Sonra həmin o ipliklər göndərilir toxuma sexinə. Toxunma sexində parçalar toxunur. Pambıq parçalar, o toxunub hazır istehsal olunan parçalar adlanır trikotaj. Pambıq parçaları toxundu mənə. Sonra həmin o pambıq parçası göndərilir tikiş sexinə. Tikiş sexində də onu kəsib doğrayıb geyimə çevrilir. Hamısı bir zavodun içində gedir, mərhələli şəkildə. Bax, budur kombinləşmə. Kimi çatdıra bildim? Bəli. Tamam. Bir dənə də sual verin müəllim. Alternativ dəyər nədir? Onu da deyin müəllim. Alternativ dəyər, alternativ seçimin belə deyək, qiymətində belə deyək bilərik. Alternativ dəyər əsasən, məsələn, tutalım ki, bizim iki seçimimiz var. Birini indi belə deyəcək, məsələn, zapazda ehtiyatlı saxlayırsa, onun dəyəri alternativ dəyər. İki seçimdən birini seçirəm. Təbii ki, ilk mərhələdə ucuzu seçərəm, xərcləri az olanı seçərəm və amma gələcək üçün mən bir dənə layihəm qalıb ki, mən onu mütləq həyata keçirəcəm. Düzdürmü müəllim? Bax, məsələn, adi bir şeydən deyək. Tutaq ki, hazırlıq keçən müəllimik də hələ. Məsəl üçün, fikirləşirəm ki, mən planşet də ala bilərəm, elektron lövhə də almaq. İşimi keyfiyyətini yüksəltməkdən ötürü mən bunun ikisinin birini əldə etməliyəm. Amma hansı ucuzdur? Mən fikirləşirəm ki, gedib mənim 8-10 min manatım yoxdur indiki halda elektron lövhə almağa. Amma mən onu fikirləşirəm ki, 3 ilə 5 ilə onu mütləq əldə edəcəm. Gedirəm 1500-2000 manata elektron planşet alıram, tablet alıram. Hələlik tablet üzərində işləyirəm, işimi bir qədər keyfiyyətini artırıram, pul topalayıram, sonra gedirəm elektron lövhə alıram. Bax, o elektron lövhə almaq planım ki var, 10 min manat dəyərindədir. Lövhənin dəyəri 10 min manatdır. Bax, mənim o planım var. 10 min manatlıq gələcək üçün saxladığım o layihə, o alternativ dəyərdir. Başa düşdük müəllim? Bəli. Öz işimizdən deyəndə adam yaxşı başa düşür. Tamam müəllim, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Afət xanım. Bəli. Afət sayfa, axşamınız xeyir, necəsiniz? Çox sağ olun, mənim necəsiniz? Təşəkkür edirəm. Hazırıq. Bəli. Alternativ seçim nədir müəllim? Alternativ seçimdə deməli bir əmtəə və yaxud xidmətdən əlavə miqdarda əldə etmək istəyirlərsə, digərindən müəyyən miqdarda imtina eləməlidirlər. Bəli, hansısa birini çıxardıramsa, bax o çıxardığım seçim mənim nəyimdir? Alternativ seçimim. Başa düşdünüz müəllim? Aha, bəs müəllim, son hədd xərc var, son hədd fayda var. O nədir? Deməli, son hədd xərcini sən yeni bir məhsul istehsal edəndə onu daha əlavə miqdar əldə etmək üçün yeni bir xərc qoyuruq. Bu olur son hədd xərc və yeni xərc qoyduqdan sonra bir məhsula fayda əlavə edirik. Müəyyən miqdar daha əlavə fayda əldə edirik ki, bu da olur son fayda. Bəli, bax tutaq ki, mağazinim var, geyim mağazinidir da, düzdür müəllim? Geyim mağazinidir. Məsələn üçün tutaq ki, 100 kvadrat metrlik bir geyim mağazinidir. Mən buradan qazanc əldə edirəm. Fikirləşirəm ki, qazancımı artırmaq istəyirəm. Mənim mağazinimin yanında bir dənə boş otaq var, boş yer var. Onu da satırlar. Mən gedirəm, danışıram, oranı da alıram, aranı açıram, mağazini böyüdürəm, müasir formada onu dizayn edirəm. Tutaq ki, bu işlərin hamısına bir 20 min manat pul qoydum. Əlavə xərc qoydum. Məqsədim nədir? Qazancımı artırmaq, düzdürmü? O 20 min manat yatırdığım əlavə xərc mənim son hədd xərcimdir, düzdürmü? Mağazin böyüdü, geyimi artırdım, çeşidləri çoxaltdım, əlavə uşaq geyimləri də əlavə elədim, nə bilim, nə və s. Və başlayıram ticarətimə və artıq qazancım neyinir? Yavaş-yavaş artır. Mənim əvvəlki qazancım ayda 10 min manat idisə, indi ayda 15 min qazanıram. O xərc çəkəndən sonra o artır ki, 5 min artırdım ha. Və o qazancım mənim nə adlanır? Son hədd fayda adlanır. Başa düşdük müəllim? Aha, müəllim, deyin görün mənə, elmi-texniki tərəqqi var, elmi-texniki inqilab var. Nədir bu? Elmi-texniki tərəqqi istehsalın belə deyək də tədricən inkişaf etməsidir. Məhsuldar qüvvələrin tədricən təkamül yolu ilə inkişaf. Tədricən. Aha.
Elmi texniki inqilab isə elmi texniki tərəqqinin elə bir mərhələsidir ki, bu mərhələdə inqilab istehsal tətbiq olunması nəticəsində orada əsaslı keyfiyyət dəyişiklikləri baş verir. Aydın. Elmi texniki tərəqqi var olan, mövcud olan məhsullar qüvvələrinin təkamül yolu ilə dəyişməsidir, yenilənməsidir. Amma elmi texniki inqilab isə elmi kəşfin istehsal tətbiqi nəticəsində yeni bir texnologiyanın yaradılmasıdır. Yeni bir yeniliyin əlavə edilməsidir. Bu inqilabdır, düzdürmü? Yaxşı. Bəşəriyyətin məhsuldar qüvvələrinin inkişafında daimi inkişaf edib. Tarix boyu məhsuldar qüvvələr inkişaf edib yenilənir, düzdürmü? Bu məhsuldar qüvvələrin inkişafına 3 dənə böyük inqilab baş verib. Bu inqilabları ardıcıl şəkildə sayın mənə. Aqrar sənaye, Yox. sənaye dəstəyi. Dünya təsərrüfatının sahə quruluşunun mən inkişaf mərhələlərini soruşuram. Məhsuldar qüvvələrin inkişafında 3 dənə inqilabi dəyişiklik baş verib. Onu istəyirəm sizdən. Birini mən deyim. 18-19-cu əsrdə Avropada sənaye inqilabı. Buxar maşınlarının tətbiq O da üçün inqilab idi, sənayedə inqilab idi, düzdürmü? İkinci inqilab nə vaxt oldu? İkinci inqilab 20-ci əsrdə idi. 50-ci illərdə. Hərbi texniki inqilab oldu da. Çünki elmi kəşfi hərb sahəsində tətbiq eləməklə yenilik elədilər. Çünki müəllim, bax, bu nə idi? Adi tutaq ki, bir dənə şəhəri məhv eləməkdən ötürü aylarla vaxt lazımdır. Küllü miqdar böyük ordu qüvvəsi lazımdır. Kütləvi silahlar lazımdır ki, o şəhəri sıfırlasınlar, düzdürmü? Amma nə etdilər? O vaxtda hərb sahəsində bir də inqilab elədilər. Nüvə enerjisini tətbiq edib atom bombası hazırladılar. Bir dənə o bombanı atdılar Yaponiyanın Nagasaki, birində Xrisomi şəhərinə. Bir dənə bomba ilə bütün şəhəri sıfırladılar. Bax, bu inqilab idi. O vaxtı nüvə atom bombası indiyə qədər o 50-ci illərə qədər yox idi. Atom bombasının kəşf edilməsi və atılması o dövr üçün hərb sahəsində inqilab idi. Əvvəllər məsələn belə deyək də 1850-ci illərdə atom bombası var idi, müəllim. Yox idi. Nə idi? Qılınc idi, tüfəng idi. Yavaş-yavaş silahlar müasirləşdi. Avtomatlara keçdi, nə bilim bir müəyyən məsafəyə vuran toplara keçdi. Amma yeni bir silah ixtira olundu. Əvvəllər olmayan bir silah ixtira olundu. Atom bombası, düzdürmü müəllim? Bu o vaxtda hərb sahəsində dünyada nə idi? İnqilab idi. İkinci inqilab oldu hərbi texniki inqilab. Üçüncü inqilab nə vaxt oldu? Hətta dördüncü inqilabdan. Üçüncü inqilab 20-ci əsrin 70-ci illərində olmuşdu. Mikroprosesorların Nəyi? istehsalı. Mikroprosesor nə idi? Robot. Bəli, 70-lərə qədər robot var idi müəllim. Aysümüt yox idi. Deməli, üçüncü inqilab mikroelektronika inqilabıdır. Bəs dördüncü inqilab nədir? Dördüncü inqilab? Hə. Bax müəllim. Əslində kənd təsərrüfatında da 2 dəfə inqilab oldu. Birinci 30-cu illərdə yaşıl inqilabdır. Eşitmişsiniz, yaşıl inqilab. Kənd təsərrüfatında inqilabi dəyişiklik, yaşıl inqilab, keçəcəm dünyanın kənd təsərrüfatı. İkinci 80-ci illərdə isə hansı inqilabdır? 80-ci illərdə kənd təsərrüfatında kimdə? Deyin, Durdana xanım, deyin. Gemonun tapılması. Biotexnoloji inqilab. Kənd təsərrüfatında da 2 dəfə inqilab dəyişikliyi oldu. Biri 30-cu illərdə olan yaşıl inqilabdır. Biri də 80-ci illərdə olan biotexnoloji inqilab. Yəni, bu nə deməkdir, müəllimlər? Yəni kənd təsərrüfatı bitkilərinin təbii şəraitdən asılılığın azaldılmasıdır. Tam aradan qaldırmayıb da, amma asılılığı azaldır. Başa düşdünüz mənim? Kənd təsərrüfatında da 2 dəfə inqilabi dəyişiklik olur. Ola bilsin ki, hələ yenə də nəsə bir inqilabi dəyişiklik olacaq, hələ bilmirik. Ağlımızdan belə keçmir. Başa düşdünüz? Düşünə bilmədiyimiz bir şeyi yeni kəşf edirlərsə, tətbiq edirlərsə bu inqilabdır. Yaxşı, eşidirsiniz nə deyirəm? Deməli, elmi texniki inqilabın səciyyəvi xüsusiyyətləri hansılardır? Səciyyəvi əlamətləri universallıq və əhatəlilik idi. Yəni, bütün sferalar əhatə etməsi, tətbiq oluna bilməsi idi. İnkişaf sürəti idi. İnsanların zehni və intellektual tələbatın artmasıdır. Bir də elmin inkişafı idi. Dərin inkişafı. Dərin inkişafı. Elmin dərin inkişafı nə deməli? Elmin dərin inkişaf dedikdə elm artıq geniş sahələrə tətbiq oluna bilir. Kosmosa, istər kiçik hüceyrələrə belə tətbiq oluna bilir. Aha.
dərinə inkişafı, kosmosa nüfuz eləməsi, yerin dərin qatlarını öyrənməsidir bu. Bəs müəllim, sürətli inkişaf nədir? Sürətli inkişaf dedikdə əvvəllər məsələn hansı bir inqilab olanda, yeni bir nəslə kəşf olunanda müəyyən bir müddətdən sonra tətbiq olunurdu istehsala. Artıq isə tez bir zaman ərzində tətbiq oluna bilir. Sürətli inkişafı elmi kəşflərin sürətli zaman kəsiyində, qısa zaman kəsiyində istehsala tətbiq edilməsidir. Bu da nəyin yaranmasına səbəb olur? Texnoparkların, texnopolislərin. Bax, o yeniliklər, kəşflər texnopark, texnopolislərdə olur. Orada sınaqdan keçirilir. Elə elm mərkəzlərində də, elmi istehsal mərkəzlərində də istehsal olunmağa başlayır. Başa düşdünüz müəllim? Müəllim, bir dənə sual verim sizə. Gündəlik həyat tərzimizdən sual verəcəm. Bəlkə də biraz təbəssüm hissi yaradacaq. Bu iPhone markalı telefonlar. Yəqin ki, görmüsünüz. Ne işlətmisiniz, işlətməmisiniz deyə bilmərəm. iPhone-un ilk modelindən sonuncu model neçə çıxıb? Mən 16. İşlədən olmuş daha deyəsən. Bax, iPhone birinci model neçə idi? Birdən başlayıb, yoxsa neçədən başlayıb? Bilmirəm də, hər neçədən başlayıb. Müəllim, iPhone-un ilk mobil telefonundan 16-sına qədər olan dəyişikliyi inqilabdır, yoxsa texniki tərəqqidir? Tərəqqi. Tərəqqi. Aferin sizə. Çünki mövcud olanı neyini? Bax, məsələn 15-dən 16-nı fərqli yaratdı. Bəli, 15-dən 16-nı fərqləndirdi. Neyinədir? Yaddaşını artırdı, görünüşünü dəyişdi, enerji saxlama qabiliyyətini artırdı, işləmə sürətini artırdı. Bax, bu texniki tərəqqidir. Başa düşdünüz mənim? Təkamül yolu ilə yenilənməsidir. Aferin sizə. Yaxşı müəllim. Texnopark, texnopolislər. Smartfonların kəşf olunması, əvvəllər, yenisinin yaradılması. bax, əvvəllər bu inqilab idi. Məsələn, əvvəllər telefonlar, mobil telefonlar vardı. Mən uşaq idim. Mən sizə danışıram 95-96-cı illərdən. Mən onda neçə yaşım var idi? 7-8 yaşım var idi. Çox nadir hallarda kimdəsə mobil telefon olardı. Mobil telefon, o da balaca bir telefon. Adi düyməli telefon. Düzdürmü müəllim? O düyməli telefonlar tədricən yavaş-yavaş müasirləşdi. Video kameralı olana keçdi. Nə bilim, biraz əvvəlcə balaca olundu, sonra daha böyük oldu. Ericssonlar var idi. Yadınıza gəlmir deyə bilmərəm, bəlkə də görməmisiniz. Çox böyük ölçülü bir telefon idi. Nə bilim, yəni təkmilləşdi. Bu oldu nə? Texniki tərəqqi yolu ilə, təkamül yolu ilə dəyişmə, düzdürmü? Və smartfonların tətbiq edilməsi bu inqilab idi. Başa düşdünüz mü? Çünki smartfon əvvəl yox idi. Başa. Bildiniz, fikrimi çatdıra bildim mən? Əla. Yaxşı müəllim, texnopark və texnopolislər deyin. Texnoparklar əsasən böyük universitetlərin laboratoriyaların ətrafında yaradılan beynə tutulmuş şirkətlərdir. Texnopolislər isə elmi kadrların hazırlanmasıdır, yeni innovasiya texnologiyalarının hazırlanması, yeni bütün sahələrin inkişafı üçün yaradılan mərkəzlərdir. Hansı geniş anlayışdır? Texnopolis. Texnopolis daha geniş anlayışdır. Adlarını deyin, hansı adlanırsınız? Texnopolislər əsas 10 dənəsi var idi. 3-ü Amerikada idi. Silikon vadisi, sonra Purdue, Cummings tədqiqatlar parkı, 3-ü sonra Böyük Britaniyada var idi. Cambridge, Technion, Netpark, sonra Finlandiya ərazisində Otanimi idi. Sonra Fransa ərazisində var idi Sofia Antipolisi. Bir də ki Çinlə Yaponiyada, Çində olan Zepark idi. Yaponiyada olan da Kansai. Bir də var insanların zehni və intellektual əməyinə tələbatının artması. Bu nədir? Əvvəllər daha çox belə deyək də fiziki əməyə tələbat var idi. Hazırda isə artıq elmi texnologiyanın inkişafı nəticəsində bildikdə alimlərə, yeni biliklərə, yeni ideyalara tələbat var. Təşəkkürlər mənə. Çox sağ olun. Səfinaz xanım. Bəli. Axşamınız xeyir daha müəllim. Axşamınız xeyir. Aha. Müəllim, elmi texniki inqilabın tərkib hissələri nədir?
elmi texniki inqilabın Tərkib tərkib hissələri. hissələri. Bəli. Yəni, elmi texniki inqilabın tərkib hissələri elm, texnika və texnologiya, istehsal və idarə etmə. Əla. Müəllim, istehsal prosesində yeni və texnika və texnologiyanın tətbiqinin iki forması var. Hansılardır? İstehsal prosesində mənim. Bəli. Mənim istehsal prosesində elmi texnika 6 istiqamətdə O heç. olmuşdur da, etmişdir. Aha, hansılardır? Bunlardan biri elektronlaşdırılma, sonra avtomatlaşdırılma, sonra energetika təsərrüfatının yenidən qurulması, sonra yeni materialların istehsalı, biotexnologiya və kosmikləşdirmə. Aferin. Və texnika və texnologiyanın inkişafının hansı formaları? Çünki elm, istehsalı dediniz. Texnika və texnologiyanın tətbiqinin iki forması var. Hansılardır? Mənim deyil. Texnika, yəni təkamül və inqilab forması. Təkamül yolu nədir müəllim? Təkamül yolu müəllim tədricən olur. Yəni tədricən istehsalatda baş verir. Amma inqilabi yolu isə sıçrayışla, yəni birdən-birə güclü sürət. Bəli. Hansı ölkələr üçün səciyyəvidir inqilabi yol? İnqilabi yol inkişaf etmiş ölkələr üçündür. Təkamül yolu inkişaf etməkdə olan ölkələr üçün. İndi hansı yol məhsuldarlığı daha da artırır? İnqilabi yol yoxsa təkamül yolu? Mənim əlbəttə ki, inqilabi. O daha çox məhsul istehsal edəcək. Müəllim, Almaniyadır, Almaniyadır, xüsusilə fərqlənir. Gündə bir şey kəşf edirlər onlar. Gündə bir yeniliyə imza atırlar. Düzdür müəllim? Müəllim, elmi texniki tərəqqi nədir? Elmi texniki inqilab nədir? Elmi texniki tərəqqi, müəllim, elə bil ki, elm texnika tərəqqi edir də, yəni ki, yavaş-yavaş tərəqqi edir. Tədricən, məhsullar qüvvələrin tədricən yenilənməsidir. Tədricən yenilənməsi. Amma tabi isə onun gücü yenilənməsi. Yenilənmə. Elmi kəşflərin tətbiqi nəticəsində yenilənməsidir. Bu inqilabdır. Müəllim, təsərrüfatın ərazi quruluşu var, sahə quruluşu var. Siz mənə deyin görüm, təsərrüfatın sahə quruluşu deyənə nə başa düşürük? Sahə quruluşu deyəndə müəllim, yəni onun sahə quruluşu onu əhatə eləyən, yəni ki, burada aqrar var, sənaye sahələri var, postsənaye sahələri var ki... Əla. Ora daxil olan sahələrin cəmi başa düşülür. Ərazi quruluşu, həmin ərazi birləşməsi. Təsərrüfatın sahə quruluşu özü. Təsərrüfatın sahə quruluşuna hansı sahələr daxil? Neçə yerə bölünür? Mənim 3 yerə, aqrar, sənaye və postsənaye. Onun inkişaf mərhələsində. Məsələn, Azərbaycan təsərrüfatın sahə tərkibi deyəndə 3 əsas sahə nəzərdə tutulur. Sənaye, kənd təsərrüfatı və xidmət. Bütün bu təsərrüfat sahələri bu 3 dənə, belə deyək də, sənaye, kənd təsərrüfatı və xidmət sektorlarında cəmləşir. İndi, Azərbaycan təsərrüfatı sahə tərkibində sənaye, kənd təsərrüfatı və xidmət hansının payı daha çoxdur? Yəni, hal-hazırda bu dəqiqə xidmət sahəsindən, informasiya sahəsinin... Yox, ölkəmizdən danışıram, bəli. Ölkəmizdə təsərrüfatın sahə tərkibində, yəni təsərrüfat modelində. Təsərrüfatın sahə tərkibi təsərrüfat modeli deməkdir, müəllim. Ölkəmizin təsərrüfat modelində hal-hazırda sənayedir, kənd təsərrüfatıdır, yoxsa xidmətdir? Birinci yerdə duran hansıdır? Mənim əlbəttə xidmət sahələri. Xeyr, sənaye. Bəli. Biz neft ölkəsiyik da müəllim. Neft sənayesinin hesabına bu günlərin bizim iqtisadiyyatımız güclənir. Başa düşdünüz müəllim? Səviyyəsində götürür. Yox, ölkəmizi dedim mən. Dünya post sənaye mərhələsindədir. İnkişaf etmiş ölkələrin təsərrüfat strukturunda, modelində sənaye, kənd təsərrüfatı və xidmət hansı birinci yerdə durur? Xidmət, informasiya. Bəli, xidmət birinci yerdədir. İkinci yerdə emal sənayesidir, üçüncü yerdə kənd təsərrüfatı və hasilatdır. Düzdürmü müəllim? Alo. Başa düşdük mənim bu hissələri?
müəllim. Aha. Tamam. Təsərrüfatın sahə tərkibinin mərhələlərini də deyin mənə. Neçə mərhələdən keçib? Sənaye tərkibinin mərhələləri Təsərrüfatın sahə tərkibinin inkişaf mərhələləri hansılardır? mərhələsi müəllim 18-19-cu əsrdə olanı deyirsiniz. Ona qədər o mərhələdə bir də ondan sonra, bəli. Ondan sonraki mərhələdir. Bəli. Hansı? 18-19 əsrlərdə müəllim sənaye inqilabı olmuşdur. Aha. Və sənaye mərhələsinə qədər dünya təsərrüfatının sahə tərkibində əsas yer nəyin payı? Kənd təsərrüfatının Aqrar idi, sonra sənaye mərhələsi oldu və 20-ci əsrin 50-ci illərdən sonra nə oldu? post sənaye. Post sənaye. Bugün post sənayedə olan ölkələr hansılardır? Post sənayede olan ölkələr inkişaf etmiş. İnkişaf etmiş ölkələr. Təşəkkür edirəm. Çox sağ ol. Sağ ol. Aytət Hüseynova. Mən Təsərrüfatın sahə tərkibində sənaye mərhələsində olan ölkələr hansılardır? sənaye mərhələsində inkişaf etmiş ölkələrdə ola bilər deyə düşünürəm. Yox. İnkişaf etmiş ölkələr dedik ya, İnkişaf post. etməkdə olan ölkələrdə. İnkişaf etməkdə olan ölkələrdən yeni sənaye ölkələri var, ha müəllim. Hansı ki iqtisadiyyatlarında sənayenin payı daha çoxdur. Körfəz ölkələri, Braziliya, Türkiyə, Meksika, Çin, Hindistan bu gün sənayesi güclü inkişaf edən ölkələrdir, düzdür? Onlar hansı mərhələni yaşayırlar hal-hazırda? Sahədə quruluşun Sənaye mərhələsi. Bəs aqrar mərhələdə olan ölkələr var? Onlar mənim Afrika ölkələri yəqin ki. Çox kasıb ölkələr var, hansı ki iqtisadiyyatlar kənd təsərrüfatı üzərində. Hətta onlar bu günlərin Afrikada, Asiyada elə ölkələr var ki, biz ədəbiyyatda oxuyurduq, o vaxtı xışla yeri şümürlər, öküzlərə qoşurlar çotanı, belə bir şeylər yadınızdadır da. Bu günlərin Asiyada, Afrikada elə ölkələr var. Onlar adi yer şumlanması üçün texnoloji traktor yoxdur onlar. Hansı bir heyvana qoşurlar, onunla şümürlər. Bax, elə ölkələr var. Başa düşdünüz mənim? Yaxşı. Müəllim, bax, istehsal idarə etmə, deyin görün mənə, təsərrüfatın ərazi təşkil deyənə nə başa düşürük? Yəni ki, məsələn, istehsalın, sənaye sahələrinin ərazi üzrə yerləşməsi. Özü neçə forması var? 2, polisentrik və monosentrik. Monosentrik, polisentrik. Polisentrik nə deməkdir? Çox mərkəzlidir və bu əsasən inkişaf etmiş ölkələr üçün sərcəvidir. İnkişaf etməkdə olan ölkələrdə deyə bilərik ki, polisentrik sahə yoxdur. Məncə deyə bilmərik. Çünki bu günlərin polisentrik quruluşda olan Şərqi Avropa ölkələri var, Rusiya var, Çin var, Hindistan var. Bunlar polisentrik quruluşdadır, düzdürmü müəllim? Azərbaycanda hansıdır? Monosentrikdir yoxsa polisentrik? Monosentrikdir. Bir də Abşeron da Bakı şəhəri, Sumqayıt da Bakıda inkişaf edir. Görürsünüz məni? Yaxşı. İnkişaf etmiş ölkələrin arasında polisentrikdir. İnkişaf etmiş ölkələrin ərazisi özü neçə yerə bölünür? 4 tipə bölünür. Yüksək inkişaf etmiş, köhnə sənaye, aqrar, bir də yeni mənşəli. Yüksək inkişaf etmiş regionlar deyəndə hansılar görür? ABŞ-da New York, Kaliforniya, sonra Paris, London, Almaniyanın cənubu idi desəm. Bunlar yüksək inkişaf etmiş, düzdür. Bunlarda sənaye sahəsi güclüdür, yoxsa elm tutumlu sahələr yüksək inkişaf edir? Hansı sahələr yüksək? Tutumlu sahələr. Aferin. Bəs köhnə sənaye regionları hansılardır? Bunlar vaxtilə yüksək inkişaf edib. Vaxtilə deyəndə nə vaxt? Hamı vaxtı ikən deyir, amma indi bilmirəm nə vaxtda. Nə vaxtı inkişaf edib? Yəqin ki, 90-cı illərdə. Yəni hazır bugünkü dövrdə istifadə edir. Onlar vaxtilə, yəni sənaye mərhələsində yüksək inkişaf ediblər. Təsərrüfatın sahə quruluşu 3 mərhələdən keçib. Düzdür müəllim? Aqrar, sənaye, post sənaye mərhələsi, düzdürmü? İndi bu köhnə sənaye regionları sizcə bu 3 mərhələnin hansında yüksək inkişaf eləmişdilər? Aqrarda, sənayede, yoxsa post sənayede? Sənayede olar ki, indi post sənayede deyil. Bəs bu yüksək inkişaf etmiş regionlar hansı mərhələdədirlər? Onlar post sənaye mərhələsində. Post sənaye mərhələsindədirlər. Aferin sizə.
Yaxşı. Bu köhnə sənaye regionları hansılardır? Hansı ölkələrdədir? Onlarda bu gün iqtisadiyyat necə inkişaf edib? Buyurun deyin. Orada əsasən mənim ənənəvi sahələr üstünlük təşkil edir. Məsələn, ABŞ-da atalaşdı, Almaniyada Rurnasardı, Böyük Britaniyada Qara İngiltərə, Rusiyada Sibir, Ural və Volqa boyu ərazilər. Aha. Bunlar köhnə sənaye regionları. Bu gün iqtisadiyyatları durğunluq keçirir. Köhnə avadanlıqlarla durğunluq keçirir. Düzdürmü? Aha, bəli. Bəs aqrar regionlar? Burada da əsasən kənd təsərrüfatının üstünlük təşkil etdiyi ərazilərdir. İtaliyanın cənubu, İspaniyanın mərkəzi, Fransanın qərbi. Bu ərazilərdir. Yaxşı müəllim, deyin görün mənə. Milan, Turin, Genya şəhərləri hansı regionlara aid? İtaliyanın yüksək inkişaf etmiş. Yüksək inkişaf etmiş ərazilərinə aiddir. Deyin görün mənə, inkişaf etməkdə olan ölkələrdə təsərrüfatın ərazi quruluşunun hansı formasıdır? Monosentrik. Monosentrik. Hansı şəhər, hansı region inkişaf edir onlarda? Əsasən paytaxt liman şəhəri. Paytaxt və ya hansısa bir liman şəhəri. Düzdür? Bəli. Aha. İndi deyin görün mənə. Regional siyasət nədir? Regional siyasət əsasən regionlar arasındakı fərqi aradan qaldırmaq məqsədi ilə aparılır ölkələrdə. Burada məsəl üçün əhalinin ərazi üzrə səmərəli yerləşdirilməsində həyata keçirilən dövlət siyasətidir. Hansı ölkələr daha çox tətbiq edə bilər regional? İnkişaf etmiş ölkələr məncə. İnkişaf etmiş. Maliyyə çox olduğu ölkələr. İnkişaf etmiş ölkələrin regional siyasətin aparılmasında əsas istiqamət nədir? Regionlar arasındakı fərqi bərabərləşdirmək, aradan qaldırmaq. Aysa, yeni mənimsənilən əraziləri, yəni ekstremal şəraitə malik əraziləri mənimsəmək, yüksək səviyyədə inkişaf etmiş ölkələr Böyük şəhərlərin böyüməsinin qarşısını almaq, aqrar sənayeni, geri qalmış ərazilərin iqtisadiyyatını yüksəltmək. Düzdürmü? Bəli. Deyə bilmərik də inkişaf etmiş ölkələrdə geri qalmış regionlar yoxdur. Onlarda da var. Onlar yəqin ki. Əlbəttə ki, yəni hamısı ölkənin hər yeri eyni səviyyədə ola bilməz axı. Müəyyən yeri zəifdir, müəyyən yeri öz yüksək səviyyədədir, düzdür. Bəs inkişaf etməkdə olan ölkələr hansı regional siyasəti tətbiq edirlər? Onlar siyasət yeridə bilir ki, mən vəsait bir dənə paytaxtı köçürdülər də. Aha, bəli, Tanzaniya, Braziliya, Nigeriya, Qazaxstan kimi ölkələrdə. Azərbaycanda dövlət proqramları həyata keçirilir. Məsəl üçün 2022-2025-ci illər ərzində regionların inkişafını sürətləndirmək üçün dövlət proqramları. Bax, bu regional siyasətə aiddir. Bax, mənim. Bari tez xəbərlərdə deyirlər. Və yaxud da ki, kitabda da yazılır. Regionların inkişaf səviyyəsini artırmaq məqsədilə dövlət proqramları həyata keçirilir. Bax, həmən o proqramlar oldu. Bax, regional siyasət. Sadəcə inkişaf etmiş ölkələr onu daha yüksək səviyyədə həyata keçirilir. Başa düşdük? Bir dənə də sual verim. Texnika və texnologiyanın inqilabi və təkamül yoluna dəyişikliyi nədir, onu deyin? Təkamül tədricən yavaş inkişafıdır. İnqilab isə yəni yeni bir məhsul istehsal sürətli inkişafıdır. İnqilabi yol nəyin nəticəsində baş verir? Elm tutumlu, iqtisadi. Elmi kəşfin istehsala tətbiqi nəticəsində. Bəli. Təşəkkürlər müəllim. Çox sağ olun. Sağ olun. Deməli, Rəşad Hüseynov. Bəli, müəllim. Necəsiz? Siz yaxşı olun, mənim şükür. Siz də yaxşı olun, müəllim. Müəllim, məhsuldar qüvvələrin inkişafında 3 dənə böyük inqilab baş verib. Hansılardır onlar? Bəli. Müəllim, birinci inqilab deməli 18-ci əsrin ortalarında yox. Yəni 18-ci əsrin ortalarında olmuşdur. Avropada ilk sənaye inqilabıdır. Sonra hərbi inqilab baş vermişdi 20-ci əsrin ortalarına yaxın. Bu hərbi inqilaba görə atom enerjisinə istifadə, yəni atom enerjisi istifadə olmuşdur, hərbi inqilab adlanmışdır. Yəni hərbi daha çox tətbiq olunmuşdur. Yeni bir silahlar istehsalı baş vermişdir. 20-ci əsr 70-ci illərindən sonra elektronikanın sürətli inkişafı, yəni robotların sürətli inkişafı mikroelektronika inqilabına səbəb olmuşdur. İlk dəfə sənayedə inqilab oldu 18-19-da. Bəli. Birinci dəfə hərbidə inqilab oldu 50-ci illərdə. Yəni elmi kəşf nəticəsində yeni bir silah ixtira edildi. Atom bombası, atom silahı. Yəni o dövr üçün inqilab idi. Bu gün həm nüvə silahı istehsal edən ölkələr çoxdur, amma inqilab deyil.
Düzdür? İnqilab Onun bəli. ilk dəfə istehsal olması inqilab idi. O 50-ci illər. 70-ci illərdə isə robotlar ixtira olundu. Bəli. Bu isə Təbii ki, öyle. istehsal prosesində olan inqilab idi. Bəs kənd təsərrüfatına hansı inqilablar oldu? Kənd təsərrüfatının hansı inqilab? Bayaq dedim. Yəni ki, mən burada texnologiyanın tətbiqi falanla bağlı olan düşüyorlar da. Həm 30-cu illərdə yeni motivasiya, Ayşə, amma onun tətbiqi deməli. 30-cu illərdə müəllim yaşıl inqilab dövrü oldu. Kənd təsərrüfatının inkişafına ilk dəfə inqilabi yenilik 30-cu illərdə oldu. Yeni bitki sortlarının əldə edilməsidir, gübrələmədir, suvarma texnologiyasının təkmilləşdirilməsi və s. O inqilab idi, dövrünə görə inqilab. 80-ci illərdə ikinci dəfə inqilabi dəyişiklik oldu. Biotexnoloji inqilab. Düzdürmü? Bəli. Geni modifikasiya olmuş. Yəni modifikasiya 80-lərə olmuş. qədər geni modifikasiya olmuş bir kənd təsərrüfatı məhsulları yox. Amma bu gün gen Əhali sürətlə artdığına görə bu tətbiq olmağa məcbur olmuşdur. Bu günlərin laboratoriya şəraitində cins məhsullar, heyvanlar, yeni bitki sortları yetişdirə bilirlər. Bax bu ikinci bir biotexnoloji inqilabı idi. Daha doğrusu kənd təsərrüfatı ikinci bir inqilabı idi. Məsələn 30-cu illərdən 80-ci illərə qədər 30-cu illərdə ilk dəfə inqilab GMO yox idi. Sadəcə suvarma işlərini təkmilləşdirdilər, yeni texnologiyalar tətbiq etdilər. Texnologiya əlavə olundu işlərə. Amma 80-lərdən sonra nə etdilər? Laboratoriya şəraitində yeni cins heyvanlar, bitki sortları yetişdirdilər. Bax, ikinci inqilab kənd təsərrüfatında bu idi. Başa düşdük müəllim? Bəli. Yaxşı müəllim. Deyin görün mənə ixtisaslaşma nədir? İxtisaslaşma mənim hər hansı bir ərazinin müəyyən məhsul üzrə, yəni önə çıxması deyək də. Buna da ki, əsasən ixtisaslaşmaya səbəb daxili tələbatı ödəmək, deməli, birinci daxili tələbatdır. Yəni, bunun daimi şəraitin olması, bir də ki, istehsal üçün uzun müddətli şəraitin olması, uzun müddət şərait, bəli. İstehsal üçün davamlı uzun müddətli şəraitin olması, digər ərazilərin nisbətən ucuz başa gəlməsi, bir də daxili tələbatlar çox ucuz başa mən onu deməmişdim, bəli. Bu ixtisaslaşmadır. Və tələbatı tam təmin etməlidir ki, ixtisaslaşa bilsinlər. Müəllim, bu gün inkişaf etmiş ölkələrdə də, inkişaf etməkdə olan ölkələrdə təsərrüfat sahələri hara meyl edir daha çox? Təsərrüfat sahəsi limana da müəllim. Səbəb nədir? Liman, yəni ora xam mal falan, deməli, inkişaf etməkdə olan ölkələr xam mal satır. Yəni limandan və gəmiçilik falan vasitə xarici ötürür. İnkişaf etmiş ölkələr də ithal edir. O da ki, liman vasitə daha rahat olur. Deməli, həm inkişaf etmiş ölkələrdə, həm inkişaf etməkdə olan ölkələrdə limanlara meyl eləməsi səbəbi ixrac-ithal əməliyyatlarıyla əlaqədardır. Həm limanlara bir də əlverişli nəqliyyat qovşaqlarına. Düzdür. Bu da ki, azad iqtisadi zonaları yaradır. İndi bir neçə dərs sonra onları keçəcək. Azad iqtisadi zonaları nədir? Onları keçəcək. Yaxşı müəllim, deyin görün mənə təmərküzləşmə nədir? Mənim təmərküzləşmə, demək, istehsalın ili mərkəzləri cəmlənməsi, yəni bir neçə müəssisə bir mərkəzə cəmlənib istehsalların davam edilməsi. O təmərküzləşmə adlanır. Düzdürmü? Bəli. İstehsalın bir neçə, bir müəssisə, bir ərazidə cəmlənməsi. Bir müəssisə cəmlənməsi. Aha. Bəs kooperativləşmə nədir? Mənim kooperativləşmədə ki, deməli, hazır məhsulun istehsalında müəssisə arasında əlaqədir. Yəni, məsəl üçün, Azərbaycanda traktor falan istehsal olunur deyəsən, xaricdən, Rusiyadan, Belarusdan falan onun üçün hissələr gətirirlər. Bu, məsələn, kooperativləşməyə misal göstərmək olar ki, yəni, ya da ki, məsələn, təyyarə istehsalında onun hissələri müxtəlif ərazilərdən daşınıb, bir yerə gətirilib, bir təyyarə istehsalında təbii ki, hamısı kooperativləşməyə aiddir. Yaxşı müəllim, gəminin istehsalında da elədir. Tamam, hissələr gəlir, hissələr gedir. Yaxşı. Bəs sənaye qovşaqları? Sənaye qovşaqlarda ki, müəllim, deməli, enerjidir, yoldur, yəni bu kimi, deməli, sudur, yəni bu kimi əsas, deməli, iqtisadiyyatda rol oynayan, deməli, avadanlıq deyim də, başqa hesablam, müəllim, deməli, istifadə olunaraq, hər hansı bir müəssisənin inkişafıdır, yəni, məsəl üçün, Azərbaycanda başqa istifadə zonası, sənaye qovşağı deyə bilərik, Gəncə, Qazax, burada zona olaraq həmin ərazilər eyni sənaye qovşağına istifadə edir, yəni yol baxımından da, enerji baxımından da, su baxımından da, yəni belə... Vahid mərkəzdə cəmləşirlər, o cəmləşdiyi region bir-birilə qarşılıqlı əlaqədə olub, vahid mərkəzdən istifadə edirlər ki, buna da sənaye qovşağı deyilir. Respublikamızda hansı sənaye qovşaqları var?
Mən respublikamızda məsələn Gəncə Qazax dediyim Mingəçevir, Yevlax məsəl üçün. Gəncə Sonra Qazax, Gəncə Daşkəsən. Gəncə Daşkəsən, sonra Yevlax Mingəçevir var. Şir- Salyan, Şirvan var. Bir də Bakı Sumqayıt. Bakı Sumqayıt var. Son hədd fayda nədir? Son hədd fərz nədir? Mənim son hədd fayda, məsəl üçün, əlavə gəlir götürmək üçün deməli, yeni bir sərmayənin cəlb olunması, daha doğrusu son hədd xərcdən sonra götürülən faydadır. Yəni, son hədd xərcdə ki, yeni gəlir götürmək üçün yatırılan puldur, yəni, əlavə. Məsələn, bu yatırıcı, məsəl üçün, dükkanı genişləndiririk, əlavə maliyyə tələb edir ki, yəni, o dükkanı genişləndirək, daha da modern eləyək ki, Müştəri cəlb olunur. Belə deyək də, əlavə yatırılan pul son hədd xərcdir. Əlavə. Pul yatırandan sonra Fayda da ki, ondan gələn gəlir son faydasıdır. Əla, təşəkkürlər mənim. Çox sağ olun. Sağ olun, sağ olun. Ulduz İdrisova. Axşamınız xeyir. Alternativ dəyər nədir? Alternativ dəyər məsələn iki seçim verilir. İki dənə seçim verilir. Ondan birini ehtiyatda olanı alternativ dəyər olur. Aslında ikisindən birini seçirik, amma birini gələcək üçün saxlayırıq. Saxladığımız alternativ dəyər olur. Məsələn, alternativ seçim nədir? Alternativ seçim bir əmtə ya xidmətdə əlavə gəlir əldə etmək üçün olan. Gəlir əldə etmək üçün müəyyən başqasının birindən Sizcə hansından imtina edərsiniz? Çox qazanc verəndə yoxsa az qazanc verəndə? Hansından imtina edirəm? Az qazanc verəndən imtina edirəm. Bəli. Alternativ seçim edirəm. Baxaram ki, hansı mənə sərf eləmir, onu çıxardıram. Sərf eləyəni gətirirəm. Başa düşdünüz? Bildiniz nə demək istəyirəm? Bəli, başa düşdüm. Yaxşı müəllim. Deyin görün mənə elmi-texniki tərəqqi nədir? Elmi-texnik tərəqqi. Elmin yavaş-yavaş tədricən yenilənmədir. Elmin yox, məhsuldar qüvvələrin tədricən yenilənməsidir. Məhsuldar qüvvələr deyəndə zavodlar, fabriklər başa düşülür də, bütün təsərrüfat sahələri. Bunlarda tədricən yenilənmələr gedirsə, bu texniki tərəqqidir. Amma köklü şəkildə yenilənirsə, bu nədir? İnqilab. Düzdürmü? Texnika və texnologiyanın inkişafının neçə forması var? Neçə forması? İki forması var da. Təkamül, bir də təkamül, bir də inqilab yolu idi. Nə deməkdir təkamül? Təkamül müəyyən tədricən olan hissədir. İnqilab amma elmin tətbiq nəticəsində sıçrayış yolu ilə inkişaf etməsi. Hansı ölkələrdə, inkişaf etmiş ölkələrdə hansıdır? İnqilabdır, inkişaf etməkdə olanlarda tərəqqi yolu. Tərəqqi yolu. Hansı daha çox qazanc verir? İnkişaf etmiş ölkələrdə olan inqilab yolu ilə olan. İnqilab yolu ilə olan daha çox gəlir gətirir. Yaxşı, deyin görün mənə, elmi-texniki inqilab dövründə sektorlar arasında dəyişiklik necə getdi? Xidmət sahələri daha. Yəni, 4 sektordan hansılarda pay azaldı, hansılarda pay artdı? Kənd təsərrüfatı ilə emalda azaldı, xidmət sahələrində artdı da. Yəni, işçi qüvvəsi birinci və ikinci sektordan hara keçir? Üçüncü və dördüncü sektora. Sxem vermişdim orada. Bəli. Bax onu soruşurum. Və işçi qüvvəsi birinci və ikinci sektordan üçüncü, dördüncü sektora keçdi. Niyə görə ikinci sektorda işçi qüvvəsi azalır, birinci sektorda işçi qüvvəsi azalır? Səbəb nədir? Onu əvəz edən nədir orada? Çünki eti dövründə mənim əvvəl emal idi, hasilat idi. Sonra məsələn hasilatı onları əvəz edən şeylər, texnologiyalar, robotlar. Çünki avtomatlaşdırma ilə əlaqədar olaraq artıq birinci, ikinci sektorda işləyən insanlara ehtiyac yaranmır. Düzdür? Neyniyirlər? O insanlar axın edir ya 3-ə, ya 4-ə, ya da başqa sahəyə məşğul olur. Düzdürmü mənim? Yaxşı, təsərrüfatın sahə quruluşu deyəndə nə başa düşürük? Sahə quruluşlarının bütün sahələrin cəmi. Təsərrüfatın sahə quruluşu ilə təsərrüfat modelidir. Düzdür mənim? Bugün inkişaf etmiş ölkələrin təsərrüfat quruluşunda, təsərrüfatın modelində hansı sahələr birinci yerdə? İnkişaf etmişlərdə xidmət sahələri. İkinci yerdə nə durur?
Xidmət, hər halda sənaye, kənd təsərrüfatı. Sənayenin hansı sahəsi? Hasilat olar yoxsa emal edici? Emal. Emal. İnkişaf etmiş ölkələrdə emal. Bəs üçüncü yerdə də bəs inkişaf etməkdə olan ölkələrdə daha çox nədir? İnkişaf etməkdə olan ölkələrdə əsasən inkişafı daha az olan ölkələrdə kənd təsərrüfatı üstünlük təşkil edir, o Afrika ölkələri. Düzdür. Amma digər, məsələn, Azərbaycanın özündə, neft ölkələrində onlarda sənaye. Sənaye. Yaxşı. Təsərrüfatın ərazi quruluşu ilə nə başa düşülür? Ərazi üzrə yerləşmə başa düşülür. Polisentrik və monosentrik olaraq iki yerə ayrılırdı. Düzdür. Nə deməkdir bunlar? Polisentrik çox mərkəzlidir, adətən inkişaf etmiş ölkələrdir və inkişaf etməkdə olan ölkələrdən də Rusiya idi, Çin idi, onlarda da polisentrik idi. Bir də monosentrik var, tək mərkəzli. Məsələn, Azərbaycanda monosentrikdir. Düzdür. Tək mərkəzli cəmləşməsidir. İnkişaf etməkdə olan ölkələrdə yüksək inkişaf edən bölgə hansı bölgə olur? Ölkənin hansı hissəsi olur? Hansı hissəsi olub? Əvvəllər sənaye sahələri olan. Yox, ərazi üzrə yerləşməsindən danışım. Sahə tərkibini danışım. Köhnə sənaye rayonları. Ya paytaxt olur, ya da liman şəhəri. Bəli. Yaxşı, təsərrüfatın sahə quruluşunun neçə mərhələsi var? İnkişaf mərhələsi var. Təsərrüfatın sahə quruluşu. Bəli. O sənaye aqrar. Təsərrüfatın sahə quruluşu, aqrar, sənaye, bir də post sənaye. Aqrar, sənaye, post sənaye. Aha. 18-19-cu əsrlərə qədər dünya təsərrüfatında hansı sahənin payı üstünlük təşkil edirdi? 18-ə kimi kənd təsərrüfatı. Yəni gəlirlər əsas nəyin üzərində qurulmuşdu? Kənd təsərrüfatı. Düzdür? Bəs 18-19-cu əsrlərdə nə baş verdi? Nə baş verdi? Sənaye inqilabı baş verdi və sənaye mərhələsinə keçdi. Yəni dünya iqtisadiyyatının əsas gəlir hissəsini nə verməyə başladı? Sənaye sahəsi. Aha, sonra nə baş verdi? Sonra hal-hazırda inkişaf etmiş ölkələr post sənaye Post sənaye. Yəni elə bir üstünlüyü artdı. 3 və 4-cü sektorlar. Yəni informasiyalı sektordan xidmət sektorlarının payı artdı. Bu inkişaf etmiş ölkələr hansı mərhələdədir? İnkişaf etmiş ölkələrdə post sənaye mərhələsində. Post sənaye mərhələsində. Təşəkkürlər. Çox sağ olun. Sonra Dürdanə Hacıyeva. Axşamınız xeyir. Aha. Müəllim, monokultur təsərrüfat var, polikultur təsərrüfat var. Nə deməkdir bu? Monokultur, polikultur. Hə, tək və çox da yəni. Yəni inkişaf etməkdə olan ölkələrdə təsərrüfat bir sahə üzrə ixtisaslaşır. Buna deyilir monokultur təsərrüfat. Tək mərkəzli. Yox, o monosentrik demirəm, monokultur. Yəni bir təsərrüfat sahəsi üzrə ixtisaslaşırsa bu monokultur təsərrüfatdır. Yox, bir neçə təsərrüfat sahəsi üzrə ixtisaslaşırsa bu polikultur təsərrüfat deməkdir. İndi inkişaf etmiş ölkələrdə hansıdır? Monokultur yoxsa polikultur? Bir neçə demək. Polikultur. Tək mərkəz üzrə getmir axı. Bir neçə belə deyək də formada inkişaf edir. İnkişaf etmiş ölkələrdə təsərrüfatın ərazi quruluşu polisentrikdir. Bu başqa. Amma təsərrüfatın özü də polikulturdur. Yəni çox sahəli deməkdir. Yəni başa düşdünüz? Yəni bir dənə ölkədə iqtisadiyyatın bir sahəsi inkişaf eləmir. Bütün sahələr yüksək inkişaf edir. Ona görə ona deyilir polikultur ölkə. Yəni çox təsərrüfatlı, çox sahəli təsərrüfat. Amma inkişaf etməkdə olan ölkələrdə isə ölkə bir sahə üzrə ixtisaslaşır. Bir və ya iki sahə. Buna deyilir monokultur. Başa düşdünüz? Monokultur təsərrüfat. Yaxşı. Etinin səciyyəvi əlamətləri nədir? Deməli, universallıq idi, yəni o hər tərəfli idi. Axşam havada necə son görmürsüz? Aytəz xanım səs açılıb. Hə. Qorxdum, dedim, nə oldu Aytəz xanıma birdən-bir. Həqiqətən fikrimi özümü bura sual-cavaba tamam kökləmişəm. Fikrimi bura diqqətimi bura yönəltmişəm. Qəfildən Aytəz Elə bildim mən qışqırıqlar edəcəksin. Buyurun, bəli. Universallıq deməli əhatəlilikdir.
sonra elm texnik inqilabın sürətlə inkişafıdır. Yəni bu texnoparklar və texnopolislərə aiddir. Yəni elm şəhərlərinin, elm tutum sahələrinin və elm belə deyim də olacaq, onun elm təhsillərinin daha yüksək inkişaf etməsi və sonra insanın zehni əməyinin və ya intellektual əməyinin artması, yəni artıq belə deyək, fiziki əməyin geri plana atılması insanın zehni əməyinin beyninin də, yəni beyninin də çıxması və təbii ki, elmin dərin inkişafı. Yəni biz artıq belə deyək, kosmosa belə deyək, kosmosun dərinliklərini öyrənirik, yerin dərinliklərini öyrənməyə başlayırıq. Belə deyək, elmə məlum olmayanda belə yeni bir sahələr açılır, məsələn, hüceyrələri öyrənirik, sonuna qədər atomlar. Yəni sonda xırda elə bir şeylər var ki, elmin qaranlıq idi, artıq o sahələrini də öyrəniriz. Yaxşı müəllim. Deyin görün mənə texnopark və texnopolislər nədir? Həmən texnopolis daha geniş anlayışdır, amma texnopark belə deyək, universitetlərin və laboratoriyaların ətrafında qurulmuşdur. Yəni bu elm tutulmuş şirkətlərdir. Yəni texnopolisə baxanda daha kiçikdir. Texnopolislər isə sırf innovasiyalarla bağlıdır. Yəni innovasiyalar işlərin hazırlanması, burada elmi işçilərin belə deyim, elmi kadrlarında belə hazırlanması, elm tutum sahələri daha da inkişaf etdirilməsi, yəni üçün yaradılmış bir mərkəzdir. Yəni belə deyim, burada yaradılır, belə deyim, sınaqdan keçirilir, daha sonra isə pilot kimi də mən belə başa salsın. Daha sonra isə tədqiqata buraxılır da, yəni. Tətbiq edilir. Hansı texnopark və texnopolisləri tanıyırsınız? Mən Amerika Birləşmiş Ştatlarında 3 dənədir, Silikon var idi orada, Perdue, bir də Cummins. Bir də Cummins. Sonra Böyük Britaniyada da 3 dənə idi, Net Park idi, Cambridge idi, bir də Tekniğin. Sonra Z Park şeydəydi, Çindəydi, Konsai Yaponya'daydı, Finlandiyada Otanayemi. Biri də Fransa'daydı, Sofia Antipolisi. Sofia Antipolisi Fransa'dadır. Yaxşı müəllim. Deyin görün mənə istehsalın tərkib hissələri hansılardır? Hansı istiqamətdə inkişaf edir? 4 tərkib hissəsi vardır. Elm, texnika və yox, etinin tərkib hissələrini soruşmuram. İstehsal var. İstehsal özünü 6 istiqamətdə inkişaf edir. Hansılardır? İstehsal birinci elektronlaşdırmadır. Burada məsələn kompüterləşmədir. Yəni ilk olaraq kompüterlə təmin olunmasıdır istehsalın. Sonra avtomatlaşdırmadır. Yəni robotların artıq istehsala cəlb olunması. Sonra energetika təsərrüfatıdır. Burada məsələn biz həm də tükənməyən enerji mənbələrindən, alternativ enerji mənbələrindən belə deyək istifadə önəmlidir. Sonra yeni materiallar istehsalıdır ki, bu məsələn yeni konstruksiyalı materiallar burada daxil ola bilər. Daha belə deyək, optik, daha belə önəmli, daha yeni, kimə sanarsa yenilikdir. Keramika falan var idi. Sonra biotexnologiya, təbii ki, canlı orqanizmlərdən qeyd elədim, biotexnologiyada canlı orqanizmlərdə, yəni bioloji proseslərin öyrənməsi bu genomdur. Yəni gemi modifikasiya olmuş orqanizmdir. Yəni bu hal-hazırki dövrdə həm dərmanların hazırlanmasında, həm meyvə tərəvəzin hazırlanmasında, məsələn, basit bir nümunə verir. Məsələn, alma məsələn, belə deyək, xarab olmalıdır, amma məsələn, əqrəb geni vurur, o bir neçə müddət qala bilir, daşınmasında qala bilir, üstündə parafinin olması və s. Yəni bu uzun müddətli olması və heyvanların klonlaşdırılması ola bilər. Bütün bu gemoya aiddir. Və bir də məndən axırıncı, təbii ki, aerokosmik sənaye, yəni kosmik tədqiqatların, belə deyək də, kosmikləşmə və kosmik tədqiqatlara ayrılmalıdır. Yəni ayrılan istehsalatda, yəni artıq kosmikləşmənin, aerokosmik sənayenin daha da yüksək inkişaf etməsi. Kosmik tədqiqatların sənaye tətbiqi nəticəsində aerokosmik sənayenin inkişafıdır. Tamam müəllim. Sonuncu bir dənə idarə etməni də